Salam əziz tələbələr, yenə bir izahla qarşınızdayıq. Bu izah videosunda dimin model suallarının izahını görmüş olacaqsınız. Bu tipli daha çox video görmək üçün YouTube kanalımızı izləməlisiniz və Telegram kanalından bu sualların PDF-lərini də əldə edə bilərsiniz. Deməli, çoxsu bir neçə daha doğrusu öncədən müəyyən videolarda görmüşsünüz izahlarını, daha öncədən çəkmişəm, amma ümumilikdə model 4-ün izahını bütövlükdə bu səfər görmüş olacaqsınız. İlk sualdan vaxt itirmədən başlayırıq. Birinci sualımız şəkil münasibətləri ilə bağlı bir sual tipidir. Diqqətlə baxmış olsaq, baxın bu bizim birinci şəklimizdir. Bu sanki ikinci şəklimizdir. Burada daxildə olan fiqurumuz, dairə, sanki çıxıb kvadratın üstünə. Yenə burada daxildə olan üçbucaq kvadratın çıxıb üstünə. Baxın, bu birinci şəklimiz olacaq harda? Diqqətlə baxaq, bu daha doğrusu dairə idi. Daxildə olan dairə kvadratın üstə çıxmışdı. Baxın, birinci şəklimiz hardadır? Burada ikinci yerdədir. İkinci şəklimiz hardadır? Burada birinci yerdədir. Eyni qaydada daha sonra. Baxın, davamında yenidən fiqurlar bir-birinin içərisinə girib. Burada xaricdə olan bu fiqurumuz, dairəmiz. Sanki baxın, birincinin kənarına çıxıb. Burada üstdə olan bu üçbucağımız isə yenə nə olub? Burada birinci kvadratın kənarına çıxıb bu qaydada. Dairə də buradadır. İndi baxın, bizim bu birinci şəklimiz burada, ikinci şəklimiz burada birinci yerdədir, birinci şəklimiz burada ikinci yerdədir. İndi növbəti, mənim baxın bu kvadratım çıxacaq bu üçbucağın üstünə, bu kvadratım da çıxacaq bu dairənin üstünə. Baxın, mənim bu şəklim burada verilib, amma bu verilməyib. Deməli, növbəti cavabım baxın bu şəkildə olmalıdır. Sadəcə, burada daxildəki kvadrat çıxacaq dairənin üstünə, daxildə hər hansı bir figurum qalmış olmayacaq. O da bizə diqqətlə baxsaq harda verilib, dairə üstünə kvadrat C variantda verilib deyə doğru cavabımız olur C. İkinci suala baxırıq. Analoji olmayan variantı seçməliyik. Yəni, yanlış olan variantı seçməliyik. Universitetdə nə olur? Auditoriya olur. Daha sonra məktəbdə sinif olur. Meşədə ağac olur. Daha sonra şkafda rəf olur. Binada mənzil olur. Amma yosunda dəniz olmur. Ardıcıllıq pozulub. Dənizdə yosun olardı. Deməli, Y variantı yanlışdır. Ardıcıllıq nəzərə alınmalıdır mütləq bu tip suallarda. Növbəti üçüncü sualımız ardıcıllıq sualıdır. Ardıcıllıq suallarında ədədlər arasındakı, daha doğrusu hədlər çoxdursa və bir neçə sualdan ibarət bir ardıcıllıq veriblərsə, adətən mən bir hədd ötürərək baxıram. Amma bu səfər də görürəm ki, burada bir sistemsizlik var. Çünki 26-dan 16-ya, 16-dan 60-a bir sistemsiz şəkildə ardıcıllıq var. Yəni, intervala da baxmaqla nəsə əldə edə bilmərəm. Bu tip sistemsiz ardıcıllıqlar gördükdə hədlər arasındakı birbaşa keçidə baxmağa çalışın. Baxın, 26-dan 13-ə getmək üçün ən qısa versiyada nə edə bilərəm? 2-yə bölərəm. 13-dən 16-ya getmək üçün ən qısa üstü 3 gələrəm. Baxın, 2-yə böldüm, 3 gəldim. Burada nə etmişəm? 4 çıxmışam. Daha sonra nə etmişəm? 5-ə vurmuşam ki, 12-ni 60 alım. Ədədlərim ardıcıl şəkildə gedir. Növbəti nə edəcəm? 6-ya böləcəm. Baxın, böldüm, topladım, çıxdım, vurdum. Yenə böldüm. Sonra toplama gəlməlidir. 6-dan sonra da nə gəlir? 7. Toplamadan sonra çıxma gəlir. 7-dən sonra gəlir 8. 17-dən 8 çıxanda həqiqətən 9 alınır. Çıxmadan sonra isə vurma gəlirdi. Baxın bu hissədə. Deməli, növbəti vurma gələcək. Neçəyə vuracam bəs? 5-ə vurmayacam təbii ki. 8-dən sonra gələn dedim hansı da 9-dur. 9-da 9-a vuracam, alacam 81. Cavab olacaq Y variantı. Ardıcıl olaraq bölmə, toplama, çıxma və vurma prosesləri təkrarlanırdı. Ədədim də 2-dən başlayaq arta gedirdi. Dördüncü sualımız hesab əməlləri ilə bağlı bir sual tipidir. Burada diqqətli olmalı olduğumuz müəyyən məqamlar var. İlk növbədə onları göstərəcəm. Daha sonra ipuçları ilə H-ın qiymətini tapmağa çalışacağıq. Baxın, normalda C, A və H onları topladıqda hər hansı biri aşağı düşdükdə, baxın bu şəkildə bir vəziyyət olduqda, üçünü toplamışam, biri düşüb aşağı. Bu halda əgər bu 3 hərf məndə bu sonuncu üstündə olmuş olsaydı, deyərdim ki, plus H bərabərdir 10-a. 10 olub ki, tutaq ki, üstə 6 gəlmişəm, 6 düşüb aşağı, 6 yazmışam, 1 yadda qalıb. Amma bu orta sütunda olanda bu ikisinin cəmi, digər ikisinin cəmi, baxın, A düşdü aşağı, yenə H-ın cəmi 10 yox, 9 olur. Çünki, baxın, mən bu üçünü toplayanda, burada bir ədəd alınır, 10 neçəsə tutaq ki, 1 yadda qalır. O 1 yadda, G plus H-da 9 idi. 1 yadda 10, artıq üstə nə gəlsəm, düşəcək aşağı. Deməli, ikinci üstündə olduqda G plus H-ın qiyməti neçə olur? 9 olur. Növbəti bir ipucu isə baxın, burada əvvələ keçən hərflərdir. Mən artıq əvvələ birdən hərfim keçibsə, burada heç düşünmədən D-nin qiymətini 1 olaraq götürəcəm. Nəyə görə 2 olaraq götürmərəm? Baxın, üçünün cəmindən
22 alınırsa 2 yazaq, 2 yadda qalır tutaq ki, D avtomatik 2 olmuş olsa. 3 dənə müxtəlif hərfi toplasam mən tutaq ki, neçə ala bilərəm? Maksimal ala biləcəyim zəm 24-dür. Hə, düşünərik ki, bu zaman buradan 22 ala bilərik. Çünki 24 ala bilirəmsə 22-ni də ala bilərəm. Amma artıq mən digər hərflər, digər yerlərdə bu B-nin, daha sonra digər yerlərdə Y-in qiymətlərini düşünəndə baxacağam ki, ödəmir. Bunun da necə olduğunu növbəti hissələrdə göstərmiş olacağım. Onu da hardan görəcəyik? Baxın, buradakı ipucundan görə biləcəyik. Deməli, mən 2 dənə rəqəmi bir-birinə vurub, daha sonra başqa bir rəqəmə böləndə 2 rəqəmi bir ədəd almışam. Baxın, burada bir bölmə əməliyyatı da var deyə mən düşünəcəm ki, buradakı ədədlər çox böyük ədədlər deyil. Hansı hal ola bilər? Baxın, G-nin qiyməti məsələn 3 olmuş olsa tutaq ki, Y-in qiyməti nə ola bilər? Mən bunu düşünə bilərəm. Daha sonra F-nin qiymətini də buradan düşünə bilərəm. Amma G-nin qiyməti heç bir halda 3 olmayacaq. Nəyə görə G-nin qiyməti 3 olmaz? Baxın, burada F-nin qiyməti maksimal biri 9, biri 8 olmuş olsa, 9 F8 72. 72-ni mən 2-yə bölsəm, bəli, 36-nı ala bilərəm. Yəni bu birinci rəqəm 3 ola bilər. Amma bu zaman A da 6 olur. Axı mən A 6-dırsa, indi diqqətlə baxmış olsaq, A-nın mən G-nin qiymətini burada tapmışam 3. H da 6 olar ki, 3 + 6 9 versin. Bu zaman həm A 6 olur, həm H 6 olur. Amma bu ola bilməz. Hərflər müxtəlif qiymətlər almalıdır. Deməli, G-nin qiyməti heç bir halda 3 ola bilmir. O zaman G-nin qiymətini 2 olaraq yoxlayacağam. İndi baxın, 9 olsa və 8 olsa, bunların qiymətini maksimal götürəcəm ki, bir rəqəmə bölədikdən sonra mən 2 rəqəmi bir ədəd ala bilim. 9 dəfə 8 mənə verər 72-ni. İndi mən 72-ni neçəyə bölsəm, 20-lərdə bir ədəd alacağam. 72-ni bölsəm 3-ə nə alaram? 24 almış olaram. Bu zaman A dolar neçə? 4. G olar 2, A olar 4. H dolar 7. Gəlin yoxlayaq görək. Davamında doğru qiymət tapa biləcəyikmi? Baxın, G-ni də 2 tapmışam deyə artıq mən onsuz da D-ni 2 olaraq düşünə bilməzdim. Elə ona görə D-nin də qiymətini artıq 1 olaraq yerinə yazmış oluruq. Bu da buradan gəlib ortaya çıxmış olacaq. İndi məndən elə H-ın qiymətini istəyir. Hələ ki H-ın qiymətini 7 olaraq saxlayıram, amma 100% bilmirəm 7-dirmi. Gərək yerinə qoyub yoxlayam. Tapdığımız qiymətləri gəlib yerinə yazmış olsaq, A-nın qiymətini 4 tapmışıq, G-nin qiymətini 2, H-ın qiymətini neçə tapdıq? 7, A-nın qiyməti dedik 4-dür. Bu halda başqa tapdığımız qiymətlərdən F nə istəm? Biri 9-dur, biri 8-dir. Y-sə neçə idi? 3-ə böləndə almış olurduq. Deməli, F və S, Y düzdür, bu dəqiqdir. B-nin qiymətini hələ ki 100% tapmamışıq. Gəlin indi hesablamağa çalışaq. Deməli, baxın, 2, 4, 7 cəmi. Bu bizə neçəni verir? 13-ü, bir də yadda 14, 4 yazaq bir yadda. 1 + 3, 4, bir də yadda 5. 5-in üstünə gəlsəm 11 alıram, 6. B-nin qiyməti olar 6. B-nin qiyməti 6-dır. İndi gəlin baxaq. Deməli, Y-in bu əslində 6 deyil, 16-dır. Çünki 6 yazmışam, bir yadda da keçib bu hissəyə. Deməli, 3 + Y + F bərabər olub neçəyə? 16-ya. Deməli, buradan Y + F bizə neçəni verəcək? 13-ü vermiş olacaq. İndi gəlib baxıram, hansı qiymət? Əslində bir kənardan rəqəmləri yazmış olsanız ki, hansı rəqəmlərimiz var? O zaman dəqiq biləcəksiniz ki, Y-nin qiyməti hansıdır, F-in qiyməti hansıdır. Çünki üstdən xətt çəkmiş olacaq, artıq biləcək əlimizdə nə qalıb. Amma artıq yazmamışıq, bir problem yoxdur. Əgər F-in qiyməti 9 olmuş olsa, Y-nin qiyməti nə olar? 4 olar. Baxıram ki, mən 4-ü A-ya vermişəm. Artıq ödəməz. Deməli, məndə F-in qiyməti olacaq 8, Y-nin qiyməti olacaq 5. Cəm 13 verəcək. Y 5-dir, F 8-dir. Bu zaman F 8-dir. F-sə nə olacaq? 9 olmuş olacaq. Hamısı ödədə hər hansı bir problemim yoxdur. Deməli, H-ın qiyməti həqiqətən neçədir? 7-dir. Y variantı doğru olacaq. Nisbətən çətin sualdır, amma imtahana düşə bilər deyə bu tip suallarda yazmağı bacarmaq lazımdır. 5-ci suala baxırıq. Yazıb ki, bir sıra üzrə yerləşən 9 bina birdən başlayaraq ardıcıl nömrələnib. Bir kənardan yazıram. Birinci, ikinci, biraz ortadan yazım. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Sonra yazılıb ki, binaların 3'ü mavidir. 3 tane mavi binam var. Daha sonra 3'ü qırmızıdır. 3 tane qırmızı, 3 tane də yaşıl binam var. Binaların rəngi ilə bağlaşadakılar məlumdur. 3-cü bina qırmızıdır. Buraya yazıram mən qırmızını. Daha sonra 1-ci və 6-cı binalar eyni rəngdədir. Deməli 1-dən 6 eynidirsə, baxın bunları bu şəkildə dairəyə alıram. Deyirəm ki 1-dən 6-ya mən eyni rəng yazacağam. Növbəti yaşıl rəngli binaların hamısının nömrələri təkdir. İndi gəlin baxaq. Mən artıq 3 dənə yaşıl var. 3-ə yaşıl yaza bilmərəm. Çünki qırmızı yazmışam. 1-ə yaşıl yaza bilmərəm. Çünki 1-ə yaşıl yazsam 6 da eyni rəngdədir deyə. Gərək 6-ya da yaşıl yazım.
Amma yaşılların hamısı cüt olur axı. Tək olaraq cüt ola bilməz. Deməli, yaşıl yaza biləcəyim hansılardır? Yaşıl 5-dir, 7-dir və 9-dur. Bunları yazdıq. Digərlərini artıq yaza bilmərik. Yaşıllarla bitirmişəm. 2 dənə qırmızım qalıb, 3 dənə də mavim qalıb. Amma bunlar davamında ehtimaldır. Yəni, mən ola bilsin ki, baxın, ehtimallar daxilində necə yaza bilərəm? Gəlin, ehtimalları yazıq. Ola bilsin ki, mən əlimdə qalan 2 dənə qırmızının 1-dən 6 yazacağım. Bu bir ehtimaldır. Digər maviləri də ataram hara? 2, 4 və 8-ə. Bu ehtimallardan biridir. Növbəti ehtimalda mən bilirəm ki, 3-cü yerdə olan dəqiq nədir? Qırmızıdır. Daha sonra 1-dən 6 eyni rəngdə idi. Yaşıllar da bilirəm hansılardır. 5-dir, 7-dir və 9-dur. Bunları bilirəm. Digər ehtimalla mən, baxın, birinci yerə mavi yazaram. Mavi yazsam, avtomatik 6-da mavi olmalıdır axı. 6 da olar mavi. Əlimdə qalar 2 dənə qırmızı, 1 dənə mavi. Ola bilsin, mən bura qırmızı yazmışam. Rənglər də yazacağım, görəsiz. Baxın, burada qırmızı yazmışam, bura mavi yazmışam. Daha sonra rəngləri də düzəldim. Amma burada başqa ehtimallar da ola bilər. Yəni, baxın, bunlar öz aralarında 2-dir, 4-dür və 8-dir. Bunlar öz aralarında dəyişə bilərlər. Bunu 100% dəqiq bilmirəm. Artıq ehtimalların hamısını qura da bilərəm. Amma qurmayacağım, lazım olsa gəlib qurarıq. Keçək sual cavablayaq. Yazıb ki, aşağıdakılardan hansının doğru olma ehtimalı çoxdur. İndi, gəlin baxıq. Yazılan variantları bir-bir oxuyuram. A-da yazıb ki, 4-cü və 6-cı binalar fərqli rəngdədir. Deməli, gəlib baxıram. 4 və 6-ya. 4-cü bina hansı rəngdə ola bilər? Baxın, mavi ola bilər, qırmızı ola bilər. Gəlin ehtimalları yazaq, konkret görə bilək deyə. Digərləri sabit qalacaq. Dedik ki, 2 dəyişəcək, daha sonra 4 dəyişəcək, bir də 8 dəyişmiş olacaq. Bu halda dedik ki, baxın, 2 mavi olsa, daha sonra 4 mavi olsa, avtomatik bura olacaq qırmızı. Eyni zamanda burada olacaq qırmızı. Amma 1-ci və 6-cı mavi olmalıydı deyə bu halda 1, 2, 3, baxın, bu hal ola bilməz. Deməli, tutaq ki, 2 mavidirsə, bura qırmızı olaraq qalır. Digər də avtomatik yenə nə olar? Burada qırmızı olar. Mavilərə baxıram, baxın, bu da mavidir, 6 da mavidir, bu şəkildə. Yaşıllar öz yerindədir. Hər dəfə rəngi dəyişməyək. Mavi, mavi, baxın, burada mavi düşmüş. Mavi yox, daha doğrusu, burada nə düşəcək? Qırmızı 1 dənə, qırmızı 2 dənə, 3 dənə. Burada düşəcək qırmızı. Bu ehtimalım var. Məndə yazılmışdı 4-cü və 6-cı binalar fərqli eyni rəngdədir yazılmışdı. Bir daha baxaq. Yazılmışdı ki, fərqli rəngdədir 4 və 6-cı binalar. Mən baxıram ki, 4-cü bina mavidir, 6-cı bina qırmızıdır. 4 qırmızıdır, 6 mavidir. 4 qırmızıdır, 6 mavidir. Bütün hallarda hələ ki nədir? 4-cü və 6-cı binalar fərqli rənglərdədir. Deməli, bunun doğruluq ehtimalı daha çoxdur. Hələ ki saxlayıram, silmirəm. Çünki baxın, bütün yazdığım ehtimalların hamısına nə olacaq? 4-dən 6 fərqli olmuş olacaq. Sonra, B-də yazıb ki, 4-cü bina mavi rəngdədir. Baxın, gəlin baxaq indi. Mən baxıram ki, 4-cü binanın mavi olduğu hal da var, amma qırmızı olduğu hal daha çoxdur. Yəni, burada ümumi çoxluğa baxmamış olsam belə, həm qırmızı var, həm mavi var. Deməli, bunun ehtimalı birincidən daha azdır. Mavi olmaya da bilər, qırmızı da ola bilər. Deməli, B A-dan daha az ehtimallıdır. Keçirəm C-yə. 1-ci və 8-ci binalar eyni rəngdədir yazılıb. Baxın, 1-ci bina qırmızı olanda 8 mavidir. 1 mavi olanda 8 mavidir. 1 mavi olanda 8 qırmızıdır. Yenə eyni də ola bilərlər. Baxın, burada eynidirlər. Amma digər ehtimallarda fərqlidirlər. Yenə A variantından azdır bunun ehtimalı. A-da çünki bütün ehtimalları da ödəyir. A variantını doğru olaraq artıq seçə bilərik. D-də yazıb ki, 2-ci bina mavi rəngdədir. Gəlin baxaq. 2-ci binanın mavi olduğu halda var, qırmızı olduğu halda var. Deməli, bunu da silirəm. 2 ehtimal, yəni konkret deyil. Y-də yazıb ki, 4 və 8-ci binalar eyni rəngdədir. Gəlin baxaq. 4-cü bina və 8-ci bina. Mavi mavidir. Baxın, burada qırmızıdır, burada mavidir artıq. Yenə konkret ehtimallı deyil. Yəni A variantından daha azdır ehtimalı. Ona görə də 5-ci sualda A variantı konkret olduğu üçün onu doğru olaraq götürmüş olacağıq. Baxırıq 6-cı suala. Yenə biraz hesab əməllərlə bağlı bir sual tipi verilib. Çox çətin deyil, amma ipuçlarını görmək lazımdır. Baxın, ilk növbədə bilməlisiniz ki, mən 5-i elə vuranda aldığım ədəd yazıram bura. 6-yı elə vuranda aldığım ədəd yazıram bura. Deməli, burada el alınıb ki, eldən eli çıxanda 0 almışam. İndi gəlib baxacam ki, mən 6-yı vuranda elə, sonu el ilə bitirsə bu hansı hal ola bilər? Ola bilsin ki, el 6-dır. 6 dəfə 6 mənə neçəni verib?
36 verib. Gəlin indi bu halları düşünək. Elin qiyməti nə ola bilər ki? Elə 6-ya vuranda sonu ellə bitsin. Baxın, 6-yı vursam elə. Belə bir ədəd alınır. Tutaq ki, 2 rəqəmli ədəd alınır. Bu zaman elin qiyməti ola bilər 2, alınsın 12. Elin qiyməti ola bilər 4, 6 və 4, 24. Elin qiyməti ola bilər neçə? 6, 6 dəfə 6, 36. Elin qiyməti olar 8, 6 dəfə 8, 48. Gördünüz? Elin qiyməti 1, 2, 3, 4. 4 dənə qiymət aldı. Elin 4 dənə qiymətində məndən nə istəyir? Sıfırdan fərqli rəqəmlərdir. K neçə müxtəlif qiymət ala bilər. El 4 dənə müxtəlif qiymət aldığı üçün müvafiq olaraq K da 4 dənə müxtəlif qiymət ala bilər. Cavabımız olacaq B variantı. Artıq nə edə bilərdim? Yerinə qoyub yoxlaya bilərdim. Məsələn, elin 2 qiymətində nə alınacaq? 5 dəfə 2, 10. İndi baxın, 6 dəfə 2 də 12. Deməli, el 2-dir. 12-dən 12 çıxanda 0 alınır. Baxın, K-nın qiyməti 1-dir ki, 1-dən 0 çıxanda 1 alınır. Deməli, elin qiyməti 2 olanda K1 olacaq. Məsələn, tutaq ki, elin qiyməti 4 olanda K tutaq ki 3 olacaq. Bu qayda davam edəcək. Elin 4 dənə qiymətində K-nın 4 dənə qiyməti olacaq. Cavabımız olacaq B. 7-ci suala baxırıq. Sual əvəzinə hansı ədəd yazılmalıdır? Riyazi əməllərlə bağlı bir sual tipidir. Baxın, biz bilirik ki, operatorun solu sola bərabərdir. A-nın qiyməti 20-dir. B-nin qiyməti də 20-dir. Daha doğrusu sağ tərəf 30-dursa 30-dur. Məndən soruşulan operatora hər dəfə rahat hesablaya bilim deyə mən bir x deyə bilərəm. Mən yəni bunun yerinə bir x yazacağam. Rahat hesablayayım deyə. Və indi A-nın qiyməti 20-dir. Bərabərliyin sağında qiymətin yerinə yazıram. B-nin qiyməti 30-dur, yerinə yazdım. Və sadələşdirmə aparacağam. Baxın, 3 və 18 ixtisar aparanda burada qalacaq 6. İndi nə alınırsa bir kənardan yazıram. Baxın, məndən soruşulan operator rahat olsun deyə x demişdim. İndi 20 operator üçün mən x deyirəm. İxtisar apardım, burada 3 silindi axı. Məxrəcə də qaldı 6. X bölünsün 6 bərabərdir. 30 bölünsün. 3'ü vuranda 20'ye 60, üstü 30 gəlsəm 90. Yenə baxın, burada ixtisarlarımı aparsam. 90 30 ixtisar aparanda nə qalacaq? 3'də 1 qalacaq. Deməli, birbaşa bunu silirəm, yerinə yazıram 3'də 1. İndi x-i tapmaq üçün nə edəcəm? Çarpaz vurub böləcəm. 6 1 6 3 dəfə x 3x. X-i tapmaq üçün 6'ını böləcəm 3'ə. Buradan alınacaq 2. Deməli, x-in qiyməti olacaq neçə? 2. Cavabı da C olaraq götürmüş olacağıq. Növbəti keçirik 8-ci sualımıza. Mətnin məntiq təhlili verilib, yenə biraz nisbətən çətindir və mühakimə tiplidir. Yazılıb ki, A, B, C, D, E, F yalnız 3 mobil operatorun Azercell, Baxcell və Narmobile operatorların istifadəçiləridir. Onların hər biri 2 müxtəlif mobil operator istifadəçisidir. İndi, hansı mənim mobil operatorlarım var? Azercell var, Baxcell var və Narmobile var. Deyir, onların hər biri 2 müxtəlif mobil operatorun nə idi? İstifadəçisidir, abunəçisidir. Yəni, mən tutaq ki, A hərfini 2 dənə yerə yaza bilərəm. Bura operatorları yazıram. Məsələn, tutaq ki, hansı hərf var? C hərf var. Tutaq ki, C hərfini 2 yerə yaza bilərəm bu qaydada. 2 dənə müxtəlif yerə yazmalıyam. Bunu bildim. Deməli, daha sonra A, Baxcell, B, Azercell operatorunun istifadəçisiləridir. A-nı yazıram hara? Baxcell-ə. B-ni yazıram hara? Azercell-ə. Bunlar da istifadəçisidir. İstifadəçində baxın, buradan alt-alta yazılsın. Daha sonra yazılıb ki, ancaq 2 nəfər Baxcell operatorunun istifadəçisidir. Baxcell'də ancaq 2 nəfər varsa, birini A hərfi yazmışam, birində başqa bir adam yazılsın. Bu getdi. F Baxcell operatorunun istifadəçisi deyil. F Baxcell deyilsə, F'i baxın, Baxcell'in üstünə yazıb üstünə xətt çəkirəm. Daha sonra mən bilirəm ki, hər bir 2 dənə müxtəlif olduğu üçün F məcburən Azercell'də və Narmobile'də olacaq. Baxcell ola bilməz artıq. Və 2 dənə müxtəlif yerə yazmalıyam. Bu cümlələri artıq qurmuşam. Keçirəm növbəti 4-cü cümləyə, 5-ci cümləyə. Yazılıb ki, B, C, D və Y qadındırlar. Bunların üstə bir də minus işarəsi qoyacağam. Bunlar qadındır. Baxcell operatorunun istifadəçisi olan qadınlar Narmobile operatorunun da istifadəçiləridir. Deməli, B, C, D, Y qadındır. Bunları bildik. Buradan yazıram. B, C, D və Y bərabərdir qadına. Artıq bunu qurmuşam sanki. Daha sonra bilirəm ki, Baxcell operatorunun istifadəçisi olan qadınlar həm də Narmobile'ın istifadəçisidir. Bunu saxlayıram. Hələ ki qurmamışam. Növbəti keçirəm hara? Baxın, mən artıq nəyi bilirəm burada? B qadını idi axı. Və Azercell'in abunəçisidirsə, B artıq Baxcell ola bilməz. Çünki B Baxcell olsa, gərək Narmobile'da da olsun. O zaman B həm Baxcell'də, həm Narmobile'də, həm də Azercell'də 3 yerdə olur. Amma mən bilirəm ki, maksimal 2 yerdə ola bilərlər. Deməli, B Baxcell'də olmayacaq. Buradan yazıb üstə xətt çəkirəm. Daha sonra növbəti
cümləmdə yazılıb ki, Azersel operatorunun istifadəçisi olan qadınlardan heç biri Baksel operatorunun istifadəçisi deyil. Artıq elə buradan da çıxır ki, B Bakseldə olmayacaq. Onsuz da yazıb üstündən xətt çəkmişəm. Bunu da saxlayıram, tam qurmamışam deyə lazım olacaq. İndi keçək suala cavablayaq. Sualımız buradadır. Deyir, yuxarıdakılara əsasən uyğunluğu müəyyən edin. A Azersel operatorunun istifadəçisidirsə, gəlin onu görək nə olacaq. Əgər A Azersel operatorunun istifadəçisidirsə daha doğrusu. A-nı burada yazdıq. Baxın, A 2 dənə yerdə olub deyə artıq A normal ola bilməz. Bunu bildik və mən onu bilirəm ki, A artıq nədir? Qadın deyil. Onsuz da qadınların bunlar olduğunu bilirdim. Keçib indi baxıram ki, buna uyğun nə var? A Azersel operatorunun istifadəçisidirsə, onların hər biri normal operatorun istifadəçisidir. Bunu 100% ki görmürəm, amma baxın, D variantını görürəm. A qadın deyil. Nəyə görə? Baxın, A qadın deyil, bəli. Çünki əgər A qadın olsaydı, Bakseldə olduğu üçün gərək normaldə də olaydı. Mən A-nı burada yazanda A üçündə də olmuş olurdu. Deməli, A normaldə yoxdur, ancaq bu ikisində var deyə, deməli, A qadın deyil. Bunu bildim. Deməli, D variantı uyğun gələcək nəyə? Hələ ki 1-ə. Yanına yazıram, baxın, qarşısından D. Daha sonra, digərlərini 100% bilmirəm, bir də bunları oxuyaq, konkret məlumatları. Yazıb ki, Y Azersel operatorunun istifadəçisidir, D Baksel operatorunun istifadəçisidir. Gəlin baxaq görək, bunun davamını qura bilirikmi? Burada sonuncu bir cümləmiz var da ondan istifadə edək. Yazıb ki, Azersel operatorunun istifadəçisi olan qadınların heç biri Baksel operatorunun istifadəçisi deyil. Onsuz da bunu qurmuşduq. B, F, A. Bilirdik ki, artıq bunlar, məsələn, A qadın olsaydı, burada qadın ola bilməyəcəkdi. Ona görə D variantını orada qura bilmişdik. Biz əsas yerləşdirməliyik hansılardır? B, C, D və Y-ni. İndi gəlin baxmış olsaq bura. Mən biləm ki, B burada varsa 2 dənə yerdə olmalı olduğu üçün B artıq harda olacaq növbəti? Normaldə olacaq. B-ni yazdıq bura. Mütləq şəkildə burada olmalıdır. Çünki B artıq heç bir halda Baksel operatorunun abunəçisi ola bilməz. Bu qurduqlarımıza əsasən görək başqa bir variant da tapa bilirikmi 1-ə? İndi onların deyir, hər biri normal operatorunun istifadəçisidir. İndi gəlib baxmış olsaq görək hər bir normalin istifadəçisi ola bilirmi? F-i B-ni yazdıq. Baxın, A normalin istifadəçisi ola bilməz artıq. Bu cümləni yəni 100% qura bilmərik. A variantı 1-ə heç bir halda aid ola bilməz. Baxın, o zaman yeni silirik. Onsuz da D olmalıdır 1-də. D olmalıdır deyə C variantı silirik. 1-də D yoxdur. A da yoxdur deyə A variantı da silirik. Nə qalıb? B və D. Baxın, burada Y variantı var, burada da B variantı var. Gəlin bunları da müqayisə edək. Deyir, Y Azersel operatorunun istifadəçisidir. Gəlin baxaq görək Y-ni oraya yazmışıqmı və yaza bilərikmi? Y Azerselin istifadəçisidir yazılıb. Bunu hələ ki 100% qiymətləndirə bilmərəm. Çünki mən ola bilsin Y-ni Azersel'e yazacağam. Bu halda digər tərəfdən hara yaza bilərəm? Mən baxın, digər tərəfdən bura yaza bilərəm. Amma yox, mən bura yazmış olsam, avtomatik burada yazacağam. Mən artıq o zaman görürəm ki, Y avtomatik harda olmuş olur. Nə olursa olsun, 2 dənə yerdə olmalı deyə, bunun biri nə olursa hansı olacaq? Normal olacaq. Bunu 100% bilirəm artıq, amma Azersel'də olub olmadığını 100% konkret deyə bilməyəcəyik hələ ki. Ona görə artıq burada B-ni 100% deyə bilmərik deyə B-ni silmiş olacaq. Avtomatik D variantı doğru olmuş olacaq. Baxın, D-nin doğru olduğu üçün Y variantının bir aid olduğunu sübut etməyə çalışmalıyım. Gəlin sübut edək. Necə sübut eləyəcəyik? Baxın, F-i B-ni yeni yazmışam. Bu 100%'dir. Mən indi məsələn 3 dənəsini yazmışıq bura. B-ni yaza bilmərik. B-ni daha doğrusu yazmışıq. A-nı yaza bilmərik. A-nı yazıb üstündən xətt çəkmişəm. Məsələn C-ni. Əgər mən C-ni bura qadın olduğu üçün bura yazsam, artıq bura yaza bilməyəcəm. Çünki Azersel'in qadınları Baksel'də yoxdur. Avtomatik C-ni bura yazmalıyam. Və ya onsuz da C-ni bura yazsam, avtomatik yine bura yazmalıyam. Deməli C də mütləq burada olacaq. Daha sonra bu B-ni, C-ni, D-ni, Y-ni yazmışıq. Bir dənə qalıb D. Yenə D qadındır. Bura yazsam, deməli bura yaza bilmərəm. Avtomatik hara yazmalıyam? Normal 2 dənə yerdə olmalıdır çünki. Deməli və ya Azersel'e yox, mən Baksel'e yazmış olsam, onsuz da Baksel'də olan qadınlar normaldə də olmalı deyə avtomatik yenə burada olmuş olacaq. Bu zaman mən görürəm ki 1, 2, 3, 4, 5, 5 nəfər nə olursun, harda olurlar? Normaldə olurlar. Deməli, həqiqətən bu şərt daxilində Y variantı da həmin hissəyə aiddir. Yəni, onların yalnız 5 nəfər normal operatorunun istifadəçisidir. Bu da aiddir. D də Y də hər biri nəyə aid olacaq? Bir aid olmuş olacaq. Deməli, bir D və Y olan yeganə D variantı var deyə bunu götürmüş olduq. Artıq digərlərində bir-bir lazım olsa yoxlaya bilərsiniz. Amma ehtiyac qalmayacaq çünki variantımız çıxıb. Sonra keçirik 9-cu suala. Yenə bir mühakimə sualı verilib. Bir kənardan bir qeyd dəftəri aça bilərəm və ya buradan bir boşluqdan
yazmağa da çalışa bilərik. Daha rahat görə bilək deyə bir kənardan qeyd dəftər açdım. İndi yazılıb ki, oxuyuram bir-bir. Amazon meşəsində vaşaqlar və şirlər yaşayır. Deməli, bura olsun Amazon meşəsi. Burada yaşayanlar hansılardır? Vaşaqlardır və şirlərdir. Bunu qeyd etdik buradan. Növbəti. Şirlər, tülkülər, ayılar, bəbirlər pişikimlər fəslinə aiddir. Deməli, buradan yazıram pişikimləri. Pişikimlər fəslinə aiddir nə? Alt-alta yazacağım. Şirlər, tülkülər, ayılar, bəbirlər pişikimlər fəslinə aiddir. Bunları da yazdıq buradan. Növbəti. Pişikimlər fəslinin bəzi növləri Tuqay meşələrində daha geniş yayılmışdır. Deməli, bunların bəziləri harda yaşayırlar? Tuqayda. Bunu yazdıq bura. Daha sonra. Davamında yazıb ki, pişikimlər fəslinin bəzi növləri Tuqay meşələrində daha geniş yayılmışdır. Tuqay meşələrində yaşayan pişikimlər fəslinin bütün növləri tundrada da məskunlaşıblar. Bunların hamısı harda yaşayır eyni zamanda? Burada yaşayan pişikimlərin yanına qeyd edirəm. Tundrada da yaşayır. Bunu da qeyd etdik bura. Daha sonra. Amazon meşələrində yaşayan pişikimlər fəslinin heç bir növü tundrada yaşamır. Deməli, baxın, Amazonda olan pişikimlər, burada müəyyən qədər pişikimlər də var. Bunların heç biri, bu pişikimlərin heç biri tundrada yaşamır. Bunu 100% indi verilən məlumat sizdən qeyd etdik. Daha sonra, davamında yazıb ki, mətn əsasən aşağıdakı hökmlərdən neçəsi doğrudur? Verilənlərin reallığa uyğun olub olmaması nəzərə alınmır. Yəni, verilən məlumatlara heç bir əhəmiyyət verməyin. Məsələn, desə ki, ayı pişikimlər fəslinə aiddir, aiddir. Şir aid deyil, məsələn, bu tipli. Mətndən kənara çıxa bilmərik, yəni. İndi yazılıb ki, birinci cümlədə. Vaşaqlar Tuqay meşələrində yaşayırsa, pişikimlər fəslinə aiddirlər. İndi gəlin baxaq. Baxın, vaşaqlar deyir, Tuqay meşələrində yaşayırsa, pişikimlər fəslinə aid deyirlər daha doğrusu. Bu doğrudur. Nəyə görə? Çünki vaşaqlar Amazonda yaşayır. Əgər vaşaqlar pişikimlər fəslinə aid olmuş olsaydı, onlar heç bir ayda Tuqayda və tundrada yaşaya bilməzdi. Çünki Tuqayda olanların hamısı hardadır? Tundradadır. Bunu bildim. Eyni zamanda vaşaqlar Tuqayda yaşayırsa və pişikimlər fəslinə aiddirsə, deməli avtomatik tundrada da yaşayacaqlar. Burada da olacaqlar. Amma məndə burada belə bir cümlə var idi ki, Amazon meşələrində yaşayan pişikimlər fəslinin heç bir növü tundrada yaşamırdı. Deməli, əgər həmin heyvan pişikimlərə aiddirsə və Amazonda yaşayırsa, nə tundrada, nə də Tuqayda olmayacaq. Deməli, həqiqətən aid deyirlər. Onlar pişikimlər fəslinə aid olmuş olsa, heç bir halda Tuqayda və tundrada yaşaya bilməzdi. Biri götürdüm. İkinci cümlədə yazıb ki, tülkülər tundrada yaşayırsa, Amazon meşələrində yaşamırlar. İndi baxın, tülkülər buradadır. Tülkülər pişikimlər fəslinə aiddir. Əgər Tuqayda yaşayırlarsa, avtomatik tundrada da yaşayacaqlar. Çünki buradakı pişikimlərin hamısı tundrada var idi. Deməli, əgər tülkülər pişikimlər fəslinə aid olduğu üçün tundrada yaşadıklarına görə artıq Amazon meşələrinin heyvanı olmayacaqlar. Çünki Amazonda olan pişikimlər tundrada yaşaya bilməzdilər. Amma bunlar da nədir? Pişikimlərdir. Deməli, onlar Amazonda yaşamırlar. Amazonda yaşamış olsaydılar, tundrada və ya Tuqayda yaşaya bilməzdilər. Bəli, doğru cümlədə Amazon meşələrində yaşamırlar. Bunu doğru olaraq götürürəm. Keçirəm növbəti cümləyə. Növbəti cümlədə yazıb ki, bəbirlər tundrada yaşamırsa, Tuqay meşələrində da yaşamırlar. İndi baxıram. Bəbirlər məndə nədir? Pişikimlər fəslinə aiddir. Bəbirlər Tuqay meşələrində yaşayırsa, hardaydı bu? Bəbirlər tundrada yaşamırsa, Tuqay meşələrində də yaşamır. Bəli, bu doğrudur. Bəbirlər tundrada yaşamırlarsa, yəni bura aid deyillərsə, hardaydı bəbirlər? Buradaydı. Bəbirlər tundraya aid deyilsə, Tuqaya da aid deyirlər. Nəyə görə? Çünki əgər bəbirlər Tuqayda olmuş olsaydı, burada, baxın, bura mən bəbir yazmış olsaydım. Bunlar pişikimlər fəslinə aid olduğu üçün, baxın, pişikimlərin altdan yazmışam. Tuqayda olan bütün pişikimlər tundrada olmalıydı axı. O zaman gərək bu bəbirlər tundrada da olsun. Deməli, Tuqayda deyilsə, tundrada da deyil. Tuqaydadırsa, tundrada da olacaqlar. Yəni, bu cümlələr istənilən halda doğrudur. Şirlər Tuqayda hardaydı bu? Bəbirlər tundrada yaşamırsa, deməli, Tuqayda da yaşamırlar. Çünki tundrada yaşayırlarsa, mütləq Tuqayda da yaşamalıdırlar və ya Tuqayda yaşayırlarsa, mütləq tundrada da yaşamalıydılar. Deməli, bu cümlədə doğrudur. Üçü də götürdüm. Sonra yazıb ki, şirlər Tuqay meşələrində yaşamırlar. 100% doğrudur. Çünki şirlər pişikimlər fəslinə aiddir. Və harda yazılıb? Baxın, burada qeyd olunub. Şirlər pişikimlər fəslinə aiddir və harda yaşayırlar? Amazonda.
Amazonda yaşayan pişikimlər isə tundrada yaşaya bilməzdilər. Eyni zamanda əgər bu pişikimlər, baxın, şirlər pişikimlərə aiddir, Tuqayda yaşayırdılarsa, məcburən tundrada da yaşamalıydılar. Amma onsuz da bunlar tundrada yaşaya bilməzdilər. Tundrada yaşaya bilməzdilər deməli, bunlar Tuqayda da yaşaya bilməzdilər. Çünki Tuqayda yaşayanların hamısı tundrada da yaşamalıydı. Bu halda deməli bu cümləmdə tam doğrudur. Gəldik sonuncu cümləyə. Ayılar Tuqay meşələrində yaşayırsa, Amazon meşələrində də yaşayırlar. Deməli, ayılar yazılıb ki, Tuqay meşələrində yaşayırsa, Amazon meşələrində də yaşayırlar. Mən bilirəm ki, baxın, ayılar nəyə aiddir? Pişikimlərə aiddir. Və deyir ki, ayılar Tuqayda yaşayır. Ayılar pişikimlərə aiddir və Tuqayda yaşayırsa, avtomatik ayılar tundrada da yaşayır. Çünki bunlar bir-birinə daxil idi. Yəni Tuqayda onların hamısı tundrada da var idi. Yəni ayı Tuqayda varsa, tundrada da mütləq var. Bu halda bu cümlə doğru deyil. Çünki ayı həm pişikimlər fəslinə aiddir, həm də tundraya aiddir. Bu halda mən bilirdim ki, belə cümlə var idi ki, Amazon meşələrində yaşayan pişikimlər fəslinin heç bir növü tundrada yaşamır. Ayı pişikimlər fəslinə aid olduğu üçün Amazonda yaşamış olsaydı tundrada yaşaya bilməzdi. Amma mən artıq bilirəm ki, ayı tundrada yaşayır. Deməli o Tuqay meşəsinin heyvanı deyil. O zaman baxın, Amazon meşələrində də yaşayırlar. Daha doğrusu tundrada yaşayırsa artıq o Amazon meşəsinin heyvanı deyil. Amazon meşəsinin heyvanı deyil, amma burada yazıb ki, Amazon meşəsində yaşayır. Deməli bu cümləm nədir? Yanlış cümlədir. O zaman doğru olan 1, 2, 3, 4. 4 dənə cümləm oldu. Cavabımız da olacaq C variantı. Nisbətən çaşdırıcı və çətin bir sual tipidir. Çalışın mahiyyəti tam başa düşəsiz. Başa düşmədiyiniz halda dəfələrlə baxa bilərsiniz suala. Keçirik 10-cu suala. Şəkil cədvəllərlə bağlı bir sual tipidir. Çox vaxt aparmasın deyə mürəkkəbləşdirməyəcəm. Baxın, sütun baxsam, mənim bu dairəm düşüb aşağı. Baxın, gəlib bura. Sonra keçəcək sağa. Baxın, sağa keçdi, gəldi bura. İndi qalxacaq yuxarı. Yəni sağ yuxarı künc tutacaq aşağıdakı şəkildə. Həqiqətən tutdu buranı. İndi mənim bu şəklim. Baxın, kvadratlarımı tamamlayıram. Kvadratları tamamladım bu qaydada. Sola keçməlidir. Baxın, sola keçdi, gəldi burada. Aşağı düşməlidir. Yəni gəlib aşağıda bu küncü tutmalıdır növbəti şəkildə. Yəni olmalıdır burada. Buradan sağa keçib, baxın bu küncü tutmalıdır növbəti şəkildə. Yəni burada. Keçdi, bura tutdu buranı. Daha sonra keçirəm növbəti sütuna. Baxın bu sütuna. Buradadır. İndi bir addım yuxarı qalxacaq. Sağa təqribən əks istiqamətlə hərəkət edir. Gəlir bura. İndi bir addım sola keçməlidir. Yəni gəlib buranı tutmalıdır növbəti şəkildə. Yəni gəlib baxın burada buranı tutacaq. Sonra da aşağı düşəcək. Baxın gəlib aşağı düşdü bura. Deməli belə bir şəkil alınmalıdır. Gəlib variantlara baxırıq ki, hardadır. A deyil, D deyil, Y deyil, B deyil. Baxın C variantda baxsaq elə birbaşa görərik. Sol aşağı künc, sol yuxarı künc, sağ aşağı künc. Sol aşağı, sol yuxarı, sağ aşağı. Birebir doğrudur. C variantını da doğru olaraq götürmüş olacaq və keçəcək 11-ci suala. Yazıb ki, çənin ağırlığı su ilə dolu olduqda 1400 kiloqram. 4də 1 hissəsi su ilə dolu olduqda 500 kiloqramdır. Deməli, çənin ağırlığı nə qədərdir? Çənin ağırlığı su ilə dolu olduqda 1400-dür. Yəni, çən plus su bərabərdir 1400-ə. Daha sonra, 4də 1 hissəsi su ilə dolu olduqda 500 kiloqramdır. Deməli, çənin öz ağırlığı plus suyun 4də 1 hissəsi bərabər olur neçəyə? 500 kiloqrama. Boş çənin ağırlığını tapın. Yəni çənin, yəni C hərfini tapmağa çalışacağım. Gəlin burada hesablama aparaq. Mən bunları tərəf-tərəfə çıxsam. Çənlər getdi. S-dən 4də 1 S çıxanda nə qalır? Baxın, S 4də 4 S deməkdir. Bundan 4də 1 S çıxanda qalacaq nə? 4də 3 S. İndi S-dən 4də 1 S çıxanda qalır 4də 3 S. Bu bərabər olur nəyə? 1400-dən 5 çıxanda qalır 900. Deməli, mən buradan S-i tapmaq üçün nə edəcəm? 900-ü böləcəm 4də 3-ə. 900-ü 4də 3-ə bölmək 3də 4-ə vurmaq deməkdir. Tərsinə vurmaq deməkdir. İxtisarlarımıza aparsaq burada qalır 300. 300-də 4-ə vuranda nə alınır? 1200 alınır. Deməli, suyun ağırlığı 1200-dürsə, boş çənin ağırlığı da 200 olmalıdır ki, 200 plus 1200 mənə 1400 versin. Deməli, cavabımız nə olacaq? D variantı 200 olmuş olacaq. 12-ci sualımız şifrələr mövzusu ilə bağlı asan bir sual tipidir. Manat sözünün şifrəsini tapmalıyam. Dedi ki, bu tip şifrələrə sütun baxacaq. 1, 3, 5, 7, 6 hamısı fərqlidir. Amma 2-ci sütuna baxanda, yəni baxın bu hissəyə baxanda. 2, 2, 3, 8, 2. 3 dənə eyni rəqəm var. Onlar da hansılardır? 2-lərdir. Burada 2-ci sütuna baxdığım üçün şifrə hissəsində də 2-ci sütuna baxacağım. Baxın A və A. 3 dənə eyni hərf var, A-dır.
Deməli, A nəyin şifrəsidir? 2-nin şifrəsidir və ya A-nın şifrəsi 2-dir. Buradan yazıram hər yerə 2. Daha doğrusu harda A görürəmsə yerinə 2 yazıram. Deməli, A-nın şifrəsi 2 oldusa, 2-ci və 4-cü şifrəm 2 olmalıdır. C-ni silirəm. Daha sonra D-ni silirəm. Növbəti. Baxın, məsələn, mən cəmi bir dənə yerdə 3-cü hissəyə 2 yazmışam. Gəlib baxıram, 3-cü yerdə 2 olan şifrəm yeganə budur. 53264. Deməli, bu nə oldu? 53264 frank sözünün şifrəsi olmuş oldu. İndi, burada nələri tapmışam? N-nın şifrəsini tapmışam 6. Yəni, mərkəz 262 olmalıdır. B-ni sildim, A-nı sildim. Mərkəz 262 olmalı deyə yeganə doğru variantımız nə oldu? Y variantı olmuş oldu. 12-ci sualda tapdıq. İndi keçirik 13-cü suala. Sıralar mövzusu ilə bağlı bir sual tipidir. İndi diqqətlə baxmış olsaq burada nə görə bilərik? Baxın, güzgü əksi görə bilməyəcəm. Nəyə görə güzgü əksi görməkdə müəyyən qədər çətinlik çəkəcəm? Güzgü əksi onda adətən mərkəzsə də tam mərkəzdə 2 dənə yanaşı qoşu hərfi olmalıdır. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənədir deyə. Biz bunu tam güzgü olaraq da bölə bilməyəcəm. Güzgü əksinə baxmıram. Hərflərin artıb azalması olsaydı, burada 2 dənəsi, burada 1 dənəsi, burada yenə 2 dənəsi olmazdı. Deməli, bunu sıralanı parçalamağa çalışacağım. 15 dənə deyə 3 dənə hərfdən bir parçalaya bilərəm. Baxın, A, C, boşluq var burada. Bura bir B atsam, çünki B hərfi çatışmır. Baxın, bu 3 yerdən böldüm. C, B var, A yoxdur. Bura bir A attım. Baxın, B, C, A, bütün hərflərin hamısı var. Deməli, həqiqətən tapdığımız qayda-qanun doğrudur. Burada baxın, A hərfi çatışmır, burada da B hərfi çatışmır. Deməli, ardıcılığımız necə oldu? B, A və B. Hardadır o da A variantındadır. Deməli, 13-cü sualın doğru cavabı oldu A variantı. Keçirik 14-cü sualımıza. Şəkildir neçə faizi rənglənib? Gəlin baxaq görək şəkil ümumiyyətlə neçə hissədən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, 16 hissəm bütövlükdə neçə faiz olsun? Olsun 100%. Bunun neçəsi rənglənib? Gəlin indi ona baxaq. Rənglərin hissələri sayaq. 1, 2, 3, 4, 5, daha sonra 6, 7, 8, 9, 10. 10 hissə rənglənib. Burada sadəcə bir dənə məqam qalacaq ki, baxın, bu hissə ilə bu hissənin ölçüsü eyni ola bilər, olmaya bilər. Hələ ki, biz eyni olaraq müqayisə edib cavab axtaracağıq. Tam uyğun cavab tapa bilməsək, deməli, fərqli olaraq götürəcəyik. Deməli, baxıram, 16 100% isə 10 x%-dir. Buradan x-i tapmaq üçün mən nə edirəm? 10-u vururam 100-ə, bölürəm 16-ya. Burada 4-ə ixtisar yetsələr, burada qalacaq 4, burada qalacaq 25. Yenə 4-ə 4, 2-yə ixtisar yetsə 2 qalacaq, burada qalacaq 5. 5-i 25-ə vurmuş olsaq, bu bizə verir neçəni? 125-i. 125 ilə böləcək 2-yə. Bu bizə neçəni verir? 62.5-i vermiş olur. Deməli, fiqurun 62.5 hissəsi nə olub? Rənglənib. 15-ci sualımız yenə mətn məntiq təhlilidir. Yenə hardasa bir mühakimə sualdır. Yazıb ki, neft emalı zavodu bazardakı tələbə uyğun olaraq neftin ayrılma prosesinə məhsulların alınma miqdarlarını dəyişir. Ya benzinin miqdarını artırır, ya kərəsinin miqdarını azaldır, ya da digər məhsulların miqdarını dəyişir. Əgər bituma tələb çoxdursa və aşağı oktanlı benzinə tələb azdırsa, kərəsinin miqdarı azaldılır. Baxın, əgər yazıb ki, bituma tələb çoxdursa, aşağı oktanlı benzinə tələb azdırsa, kərəsinin miqdarı azaldılır. Əgər xam neftin miqdarı çoxdursa və yüksək oktanlı yanacağa tələb azdırsa, benzinin miqdarı artırılır. Verilən şərtlərə sizə mütləq doğru olanı seçin. Deməli, ada yazıb ki, əgər aşağı oktanlı benzinə tələb azdırsa və benzinin miqdarı artırılırsa, bituma tələb azdır. Gəlin baxaq. Aşağı oktanlı benzin haqqında məlumat harda verilir? Baxın burada. Aşağı oktanlı benzin tələb azdırsa, kərəsinin miqdarı azaldılır. Amma eyni zamanda əgər bituma tələb çoxdursa. Yazıb ki, əgər aşağı oktanlı benzinə tələb azdırsa və benzinin miqdarı artırılırsa, bituma tələb azdır. Mən burada nə bilirəm? Baxın, əgər bituma tələb çoxdursa və aşağı oktanlı benzinə tələb azdırsa. Bununla bağlı məlumatım var. Amma davamında, əgər aşağı oktanlı benzinə tələb azdırsa yazılıb, tamam, bu isə məlumdur. Amma benzinin miqdarının artırılması ilə bağlı hər hansı bir məlumatım yoxdur burada. Bu yoxdur deyə, bundan irəli gedə bilməyəcəm heç bir halda və davamında da bituma tələb azdır. Bununla bağlı da konkret bir məlumat verilməyib. Sadəcə bunun tələbi çoxdursa, yəni bituma tələb çoxdursa, aşağı oktanlı benzin tələb azdırsa, kərəsinin miqdarına bunların təsiri ilə bağlı konkret məlumat verilib. Yəni bu 100% qiymətləndirilə biləcək bir variant deyil. Bununla bağlı konkret bir məlumatım yoxdur. Bunu silirəm. B-də yazıb ki, əgər xam neftin miqdarı çoxdursa və bituma tələb azdırsa, benzinin miqdarı artırılır. Baxın, xam neft burada yazıb. Əgər xam neftin miqdarı çoxdursa və yüksək oktanlı yanacağa tələb azdırsa, benzinin miqdarı artırılır.
Burada isə xam neftin miqdarı çoxdursa yanaşı bitumdan tələb azdırsa yazılıb. Yəni burada qarışdırılıb artıq birinci şərtlə ikinci şərt bir-birinə. Mən bununla bağlı konkret bir məlumat bilmirəm. Yəni bununla bağlı konkret bir məlumat mənə verməyib ki, xam neftin miqdarı çox olarsa və bituma tələb az olarsa nə olacaq? Bununla bağlı konkret bir məlumat verməyib mənə. C-də yazır ki, əgər yüksək oktanlı yanacağa tələb azdırsa. Yəni baxaq görək bu hardadır? Harda yazılıb bu? Əgər xam neftin miqdarı çoxdursa və yüksək oktanlı yanacağa tələb azdırsa, baxın burada yazılıb. Yüksək oktanlı yanacağa tələb azdırsa, bu hissəni gördük orada. Və benzinin miqdarı artırılmırsa, benzinin miqdarı artırılır yazılıb. Əgər bu artırılmırsa, deməli xam neftin miqdarı azdır, çox deyil. Və ya çox deyil sadəcə. Çünki çox olmuş olsaydı bu artırılardı. Burada isə cavabda C-də yazıb ki, artırılmır. Deməli xam neftin miqdarı çox deyil. Həqiqətən C variantı doğrudur birə-bir. Çünki xam neftin miqdarı çox olardısa, bu ortadakı şərt daxilində benzinin miqdarı artırılmalıydı. Amma deyir ortadakı şərt keçərlidir, benzinin miqdarı artmır. Benzinin miqdarı artmırsa, deməli baxın, birinci şərt ödəmir ki, artmır. Çünki benzinin miqdarı artması üçün bu birinci və ikinci şərt eyni anda ödəməli idi. Həm xam neftin miqdarı çox olmalıydı, həm də yüksək oktanlı yanacağa tələbat az olmalıydı. Bu halda benzinin miqdarı artırılardı. Yüksək oktanlı benzinə yanacağa daha doğrusu tələb var, amma benzinin miqdarı artırılmırsa, deməli xam neftin miqdarı azdır ki, benzinin miqdarı artırılmır. Deməli həqiqətən bu hal, yəni C variantı birə-bir doğru olmuş olur. Bunu 100% müqayisə edə bilirik. Keçirik növbəti sualımıza. 16-cı sual yazıb ki, ədədlərin aşağıdakı cədvəlin boş xanalarını elə yazmaq lazımdır ki, sətir və sütunlar üzrə cəmlərimiz eyni olsun. Oxşar sualları izah etmişəm dəfələrlə. Cəmlərin eyni olması nə deməkdir? Yəni baxın, sətir sütun üzrə bu sətirdə olan cəm, bu sütunda olan cəmə bərabər olmalıdır. Eyni zamanda bu sətir, eyni zamanda bu sütun hamısı bir-birinə bərabər olmalıdır. Ədədlərim hansılardır? Bir kənardan gəlib oradan qeyd edəcəm ki, yuxarı aşağı getməyim. 4, 5, 9, 10, 11, 17. Gəlib yazıram elə sualın yanına. Buradan. Deməli 4, 5, 9, 10, 11 və 17. Bunları yazdım. 6 dənə idi. 1, 2, 3, 4, 5, 6, 6 boşluğum var, doğrudur. Deməli, qayda-qanunluq nə idi? Bütün sətir və sütun üzrə cəmlər bərabər olduğu üçün mənə vermiş bütün ədədlərin hamısını toplayıram. Həm cədvəlin içindəki, həm bunları. Daha sonra neçə sətir və ya neçə sütun varsa ona bölürəm. Baxın, 3 sətir və ya 3 sütun var. Yəni 3-ə böləcəm. 6-ya yox, baxın 3-ə. Ya konkret sətir sayını, ya konkret sütun sayını. Çünki onsuz da onlar eynidir. Hesablayıram. 9, 9, 18, 28, 39, 49, 56 burada. 56, 62, 72, 81, 99 alınır. Bunları da toplamış olsam. Yəni bu 3 ədədi və buradakı ədədləri toplayanda alınır 99. 99 3-ə bölürəm. Çünki 3 dənə konkret sətrim var və ya 3 dənə sütunum var. 3-ə bölsəm alacam 33-ü. Deməli, bir sətir və ya bir sütundakı ümumi cəmim 33-dür. Baxın, burada 6 var, burada 18 var. Cəm neçəni verir? 24. 33 olması üçün çatışmayan nədir? 9-dur. Deməli, mən bu 9-u artıq yazdım bura. Baxın, 9 və 19 var. Cəm neçəni verəcək? 28-i. 33 olması üçün çatışmayan 5-dir. Deməli, 5-i də yazdım bura. Daha sonra, baxın burada. 19 var bu sütunda. Çatışmayan neçədir 33 olması üçün? Çatışmayan 14-dür. Deməli, cəmi 14 ola biləcək ədədlərim hansıdır? Biri 10-dur, biri də 4-dür. İndi birinə 10 yazmalıyım, birinə 4 yazmalıyım. Mən baxın, mütləq şəkildə kiçik ədəd olan sətrə çalışın böyük ədəd yazın. Böyük ədəd olan sətrə çalışın kiçik ədəd yazın. Ödəməsə problem yoxdur, dəyişərsiz. Amma birinci bunu yoxlayın. Yəni bura 10 yazıram, bura 4 yazıram. Həqiqətən sütun üzrə cəmi ödür, indi sətir üzrə baxıram. Baxın 4 ilə 10-da istifadə etdim. 8, 14, 22, 11 olsa 33 var, 11 də 7. 17-ni də buraya yazsaq həqiqətən 33 ödür. Deməli, heç bir problemim yoxdur. Hamısı ödədi. Deməli, sualın qiyməti nə oldu? A variantı 10 olmuş oldu. Keçirik 17-ci suala. Yazıb ki, eyni bir fiqurun iki görüntüsü verilib. Bu fiqurun ixtiyari çevrilməsi nəticəsində alına bilən cavab variantını seçin. Baxın, eyni bir fiqurda iki görüntü verilib. Mən baxıram ki, 100, 200, 300, 400, 500, 600. 600-ün 6-sı da müxtəlifdir. İndi, nələrdən istifadə edə bilərəm? Ancaq bağlantılarla baxıb işləməyə çalışmış olacaq. Deməli, burada nə yazılmışdı? İxtiyari digər çevirməni tapmalıyım. Məsələn, A variantını gəlin yoxlamağa çalışaq. Mən tutaq ki, buradan baxıram. Bu X-in üstündə, bu pəncərəli fiqur olanda sağında bu fiqur var. Gəlin baxaq. Mən buradan baxıram. Baxın, X dediyimiz fiqur bu fiqurdur.
Bunun üstündə pəncərəli fiqur olanda ox istiqamətində baxıramsa, yəni bunun üstündə pəncərəli fiquru görmək üçün gərək ox istiqamətində baxam. Siz istəsəz 90 dərəcə çevirəcəksiniz vərəqi ki, rahat görəsiniz. Bu zaman bura sağ olacaq, sağ tərəf. Bura sol tərəf olacaq. O zaman həqiqətən x-in üstündə pəncərəli fiqur olanda sağ tərəf bu altda görmədiyim bir fiquru var, o bu tərəf ola bilər. Yəni elə A variantı nə olacaq? A variantı doğru olmuş olacaq. A variantı hələ ki doğru olaraq götürmüş olacaq. Digərlərini indi gələk görək yanlışlığı hardadır. Baxın, B variantın yanlışlığını baxan kimi silmək olar. Hardan silinir? Mənim baxın bu düz xəttim. Mən bunu uzatsam, gəlib baxın buna perpendikular olacaq sanki. Sanki burada necə verilib? Şaqül vəziyyətdə verilib. Bu kiçik kvadrata nisbətən şaqül vəziyyətdədir. Amma burada baxın, həmin kiçik kvadrata nisbətən necə verilib? Üfüqi vəziyyətdə verilib. Plus da mənim bu kvadratım fiqurun küncündədir, amma burada hardadır? Tam ortadadır. Deməli, yanlışdır. Mənim belə bir tərəfim yox idi axı. B variantı buna görə sildirəm. Yenə baxın digər variantlarda. Burada da küncdə verilib, burada da küncdə verilib. Yenisini buna görə rahat silə bilərəm. Maksimum əlimdə qalar hansı variant? D variantı qalmış olar. Bunu da yoxlamağa çalışmış olsaq, indi biz nə görəcəyik? Amma digər variantları hələ ki birbaşa silməyək. Burada kiçik bir kvadratımız varmış. Bu gözdən qaçıb. Yəni bu kvadratlı bu eyni fiqur deyilmiş. İndi diqqətlə baxaq, biz hansını silmişik? B variantını nəyə görə silmişdik? Əslində B-ni rahat silmişdik. Baxın, bu fiqurumuz bundan birləşməyib ən azından. Bu küncdə olan kvadratla. Amma burada baxın, bunlar bir-birinə birləşib. Bu kvadrat gəlib, bu kiçik kvadrata birləşib. Bu düz xəttimiz. Amma burada birləşməmişdik. B variantı rahat silərdik. Silmişdik. Digər hallara gəlib baxmış olsaq, görək hansı doğrudur, hansı, daha doğrusu A variantı doğru olduğunu bilik, gərək görək niyə yanlış digərləri. C variantının yanlışlığını mən hardan görürəm? Baxın, buradan baxanda düz xəttin üstündə, burada kiçik kvadrat olan da sağ tərəfində diaqonaldır. İndi düz xəttin üstündə bu kvadratın olması üçün mən buradan baxıram. Ox istiqamətində baxıram. Bu zaman sağ tərəf olacaq bura, sol tərəf olacaq bura. İndi bu düz xəttin üstündə bu küncdə olan kvadratım olanda sağ tərəfdə mərkəzdə olan kvadrat fiqurum yerləşir. Deməli, amma burada nə verilib? Diaqonal verilib sağ tərəfdə. Deməli, C variantı yanlışdır. Birinci şəkildə üst-üstə düşmür. C-ni silmiş olacaq. Daha sonra əlimizdə tutaq ki, D variantı qalır. Gəlin görək D variantı nəyə görə silirik? D variantında mən baxıram nəyə? Məsələn, baxın. Bu diaqonal, bu düz xəttim gəlib hara birləşib sanki? Bu düz xəttim. Burada buna birləşib. Deməli, həmin düz xəttim mənim harda olacaq? Bu düz xətdirsə, gərək həmin baxın buradakı küncüm də gəlsin harda olsun? Baxın, burada bir yerdə olsun ki, ona birləşmiş olsun. Mən bu vəziyyəti yarada bilərəm hələ ki. Amma digər tərəfdən diaqonalın vəziyyətinə baxanda görürəm ki, burada bir problem var. Nəyə görə bir problem var? Baxın, diaqonal bu küncdən, bu x-a birləşib elə deyil. Digər küncdən də pəncərəli fiqura birləşib. Burada olsun A tərəfi, burada olsun B tərəfi. Yəni diaqonal bu küncdən A tərəfi ilə bu x-a birləşir. Bu tərəfdən isə bu pəncərəli fiqurla B-yə birləşir. Amma mən gəlib baxıram ki, diaqonal, baxın, maksimum tutaq ki, x olsun burada. Burada A fiquru olsun. Bəs bu tərəfdən pəncərəli fiqura birləşməlidir. Pəncərəli fiqura hansı tərəfdən birləşəcək? Burada pəncərəli fiquru çəkməyə yerim yoxdur. Yox, pəncərəli fiqur burada və ya burada olmuş olsaydı, o zaman x-i gərək ya bura ya bura çəkəm. Amma o ikisi də tutuldu. Yəni mütləq şəkildə diaqonalın bir küncünə bu fiqur, bir digər küncünə də bu fiqur birləşməlidir. Amma burada diaqonalın bir ucuna o fiqurlardan hər hansı biri birləşməmişdir. D-ni də buna görə silə bilərdik. Biraz D-ni görməkdə çətinlik çəkə bilərdiniz, amma onsuz da variantını birinci yoxlayan kimi doğru olduğunu sübut edirdim deyə artıq digərlərinə baxmağa heç ehtiyac yox idi. Keçirəm 18-ci suala. 18-ci sualda yazılıb ki, yenə analogiya sual verilib, çox uzatmayacağam. Baxın, şərab içkilərdən biridir, içki mayələrdən biridir. Qadın insanlardan biridir, insan da məxluqlardan biridir. A variantı doğrudur. Bir dənə də yanlış variant göstərək. Qafiyə bəndlərdən biri deyil. Bənd də şeirlərdən biri deyil. Bunlar şeirin tərkib hissələridir. Onun növlərindən biri deyil. Məsələn, bu variantları heç bir adı götürə bilməzdik. Növbəti 19-cu sual. Cədvəllər mövzusu ilə bağlı bir sual tipdir. Baxın, operatorların hərəsinin bir gördüyü iş olmalıdır. Gəlin görək, bu 2 və bu 2-dən mən 8-i necə ala bilərəm? Burada ehtimallar çoxdur 2 ilə işləmək üçün. Gəlin bura baxaq. Baxın, kvadratları cəmi 4-ün kvadratı 16, 2-nin kvadratı 4. Mənə neçəni verir? 20-ni verir. Gəlin başqa bir yerdə yoxlayaq. Baxın, 5-in kvadratı 25, 4-ün kvadratı 16. 26-dan böyük bir ədəddir. Bu deyil deməli. Deməli, burada fərqli bir qayda qanunu axtarmalıyam. Baxın, mən bunu 2-yə vursam, bunu 4-ə vursam. 4 dəfə 4 16, 2 dəfə 2 4. Bu da mənə 20-ni verir. Deməli, qara dairə 2-yə vurmuş olsa 5 dəfə 2 10. 4 dəfə 4 16. 16 ilə 10-un cəmi 26-nı verir. Həqiqətən doğrudur. Gəlin burada da yoxlayaq. A kvadrat neçəyə vururdu? 4-ə vururdu. 4 dəfə 1 4. 5 dəfə 2 10. Amma burada nə alınıb? 14 alınıb. 11 yox. Deməli bu deyil.
Bu halda ilə mən sol tərəfdə nə edəcəm? Kvadrata yüksəltməni, sağ tərəfdə, yəni yuxarıdadırsa 2-yə vurmanı yoxlayacağam. 4-ün kvadratını 4-ə vurma eyni şeydir çünki. 1-in kvadratı 2. 5 tip 2, 1-in kvadratı 1 daha doğrusu. Buradan 1 alınır. 5 tip 2 də 10. 10 ilə 1 11. Həqiqətən bu qayda qanun doğrudur. Deməli, mən nə edirəm? Sual tapmaq üçün. Baxın, qara dairə kvadratı 2-yə vururdu. 1-i vuracam 2-yə. 1 dəfə 2, 2. A kvadrat isə kvadrata yüksəldirdi. 3-ün kvadratı 9. Buradan da alınır 9. 9 ilə də bu 2-nin cəmi neçə olacaq? 11 olacaq. Deməli, cavabımız elə 19-da C variantı 11 olmuş olacaq. Keçirik 20-ci sualımıza. Şəkil münasibətlərlə bağlı bir sual tipidir. Yenə işləmişik daha öncə bu sualı. Birbaşa qayda qanunluğu deyəcəm. Baxın, bu fiquru əvvəlcə saat istiqamətində aşırdıran bu vəziyyətə gətirirəm. Baxın, mənim məsələn bu A dediyim təpə nöqtəsi budur, tutaq ki. Burada olan üçbucağım. Bunu 90 dərəcə aşırtsam hara gələcək? Gələcək bura. Sanki baxın, bu üçün üstünə tutub aşırdıram bu istiqamətdə. A olacaq burada. Əvvəlcə rəngi qara idi, indi oldu rəngi ağ. Deməli, rəngi əksinə dəyişir. Bu fiquru bütövlükdə aşırdıb sonradan çəkmiş olsanız daha aydın görərdiniz. Amma mən bu qayda qanunluğu daha öncə işləmişik deyə bu testi. Bir də çəkməyə vaxt itirməyəcəm. Baxın, mən indi bu testi aşırdacam. Baxın, buradakı rombu görürsünüz. Bu romb hara gələcək? Buradakı gəlirdi təpə nöqtəsinə deyil, A hərfi gəlirdi bura tutaq ki. Yəni o romb gələcək təpə nöqtəsinə bura. Və burada rəngi qara idi, burada rəngi nə olacaq? Ağ olacaq. Təpə nöqtəsindəki rombun rəngi ağ olan bir dənə variant var, o da variantıdır. Təkrar işlədiyimiz sualdır deyə baxın uşaqlar. Təkrar getmirəm, amma lazım olsa siz fiquru yenidən çəkməyə çalışın. Bunu 90 dərəcə aşırdın. Görün o zaman hansı fiqur alınacaq, sonradan rənglər əksinə dəyişin. Çünki ən sonda rənglər əksinə dəyişirdi. 21-ci sual. Yazıb ki, sual əvəzinə uyğun olan variantı seçin. Yəni mən bununla sual işarəsini birləşdirəndə bu fiquru almalıyım. Baxın, neçədir? 3-ün 3-ədir. Hündürlüyü en uzun hamısı 3-dür. Bu halda deməli bir dənə bura lazımdır. Daha sonra bir dənə bura lazımdır. Biri bura, biri bura. Daha sonra biri bura, bir də bunun üstünə. 2 dənə də bura. Deməli neçə dənə olacaq? 1, 2, 3, 4, 2 dənə də burada 5, bir dənə də burada 6. Ümumi 6 dənə fiqur olmuş olur. Gəlin variantı qurmağa çalışaq. Deməli bir dənə baxın bu küncdə 2 dənədir üst-üstə. Qalan hamısı neçə dənədir? 1 dənədir. Baxın orada bu hissədə verilib. Burada üst-üstə 2 dənədir. 1, 2, 3, 4, 5, 6. Həqiqətən C variantı doğru olmuş olur. Təsəvvür etməyə çalışsanız elə C variantının olduğunu görmüş olacaqsınız. İndi 22-ci suala baxırıq. Deyir ki, vərəq aşağıdakı kimi qatlanıb hissələrə bölünüb, gəlin indi doğru cavab tapmağa çalışaq. Dedik ki, ilk növbədə baxacağıq sonuncu kəsiyimiz harda olunduğuna. Baxın. Sonuncu kəsiyim hardadır? Qırıq-qırıq xətlər mənə göstərir ki, kağız əvvəldə sağ aşağıdan sol aşağı doğru, sağ yuxarıdan sol aşağı doğru qatlanıb. Daha sonra bir dəfə yuxarıdan aşağı, bir dəfə də sağdan sola doğru qatlanıb. Yəni kağızın bu kəsiyi isə sol aşağı küncdə baxın burada aparılıb. Burada aparılan kəsiklə buradakı kəsik birə-bir yeni kəsiklər olmalıdır. Gəlib cavab variantlarına baxanda görürəm ki, A variantdakı bu kəsiklə məndə verilən kəsik yeni deyil, anı silirəm. Digər variantlar hələ ki doğru görsənir. İndi gəlib baxıram simmetriyə. Simmetriya ixtiyari simmetriya olmayacaq. Verilmiş qatlar boyunca güzgü əksi olmalıdır, simmetriya olmalıdır. Birinci budur. B variantı yanlışdır. Çünki baxın mən B variantında bu qat üzrə simmetriya baxsam, diqqətlə baxın. Güzgünün solunda nə varsa sağında da olmalıdır axı. Burada başqa bir fiqurdur. Burada oxlar verilib. Necə olsun ki, mən baxın bu hissəni qatlayanda gəlib bu oxlar üstə düşsün. Mümkün deyil. Yəni simmetriya pozulub, beni silirəm. C variantı da eyni qaydada. Baxın simmetriya pozulub. Burada olan şəkillə burada olan şəkil eyni deyil. Simmetriya pozulub sildim. Qaldı Y və D variantları. Hər ikisi baxın bu qat üzrə simmetrik görsənir, bir problem yoxdur. Burada da həmçinin. Yanlış olacaq nə? Baxın siz bu qat üzrə simmetriyə baxsaydınız artıq. Burada görərdiniz ki, Y variantı ödəmir. Nəyə görə? Baxın, bu qat üzrə simmetriyə baxmış olsaq, elə ən primitiv, eyni zamanda bilirəm ki, buradakı kvadrat, baxın ortada belə bir düz xət var idi. Bu düz xət nəyə göstərirdi? Buradakı ortadan keçən düz xət. Bu onu göstərirdi ki, baxın bu A hərfi yazıram içində. A hərfinin güzgü əksi burada olacaq. Yəni burada B yazdığım hissə ilə bu A yazdığım hissənin əlaqəsi yoxdur. B yazdığım hissə də simmetrik olaraq yuxarı keçməlidir. İndi gəlin baxın bura. Mən buna bir düzbucaqlı üçbucaq kimi baxmış olsam, katet baxır güzgüyə doğru. Amma burada baxın, katet baxmır. Belə bir düzbucaqlının bu hissəsi baxır güzgüyə doğru. Yanlışdır. Burada belə bir düzbucaqlı üçbucaq var, burada isə belə bir düzbucaqlı fiqur var sadəcə və düzbucaqlı trapesiya var. Yəni eyni fiqur deyillər. Yəni bu qat boyunca, mərkəzdəki qat boyunca güzgü əksi yoxdur. Yeni də silən kimi doğru cavab kimi D variantı qalmış olurdu. Və keçirik 23-cü suala. İndi diqqətlə baxaq. Baxın, daxildə 3 tərəf var, burada 3 tərəf var. 3-ün kubu 27-ni verir. Baxın, 3 tərəf buradadır. 1, 2, 3, 4, 5, 6. Alt tərəf buradadır. 6-nın kubu da neçədir? 216-dır deməlidir. Daxildəki fiqurun üstə
Kənardakı fiqurun, yəni daxildəki fiqurun qüvvətdə kənardakı fiquru yazacağam. 625 nədir? 5-in üstü neçə olacaq? 4 olacaq. Kənardakı fiqur harda olurdu? Xaricdə qüvvətdə olurdu. Daxildəki fiqurda əsasda olurdu. Yəni daxildə olan fiqurun nə olmalıdır? Tərəflərin sayı 5 olmalıdır. Xaricdəkilərin tərəflərin sayı 4 olmalıdır. Deməli o da harda deyəcəyini? Y variantında. Deməli doğru cavabımız olacaq Y. 54-cü sualımız manat qəpiklərdən ibarətdir. Pul valyutalardan ibarət deyil. Sent dollarlardan ibarət deyil. Dollar sentlərdən ibarət olar. Ardıcıllıq pozulub. Bit baytlardan ibarət deyil. Bayt bitlərdən ibarətdir. Ardıcıllıq pozulub. Amma baxın metr santimetrlərdən ibarətdir. Cavabımız D-dir. Bizim 1 manatımız 100 qəpikdir. Bizim 1 metrimiz 100 santimetrdir. Birə-bir doğrudur. Y variantı qiymət dəyərlərdən ibarət deyil. Keçirik 25-ci sualımıza. Yazıb ki, hansı variantlarda eyni bir fiqur təsvir olunub? Baxın, fiqurları 2 növə böləcəm. Bir bu əyri xətti içəridə olan, bir də bu əyri xətti çöldə olan hissələr. Baxın, çöldə olanlar bunlardır, içəridə olanlar hansılardır? 1-dən 5-dir. Deməli, mən artıq bir variantları yoxlaya bilərəm. Burada bu əyri hissəm içəridə idi, burada çöldə idi. 1-dən 2 deməli eyni fiqur deyil, deyəni hiss edirəm. Yenə baxın 1-dən 3 də eyni deyil. Çünki burada içəridədir, burada kənardadır. 1-dən 3 də eyni deyil, anı silirəm. 1-dən 4 də eyni deyil. Burada kənardadır, burada içəridədir bu əyri hissəm. Bunu da sildim. Əlində qaldı nə? 4-dən 5 və 3-dən 4. Baxın, yenə 5-li içəridədir, 4-də çöldədir bu əyri hissəm. Deməli 4-dən 5 deyil, əlimdə nə qalır? 3-dən 4 qalmış olur. Yəni çox da mürəkkəb uzatmağıma ehtiyac qalmır. 26-cı sual. Deməli, burada nə etmiş ola bilərik? Baxın, sanki mənə burada 220 dedi ki, ədədi rəqəmlərin sayı çoxdursa biz nə edirik? Rəqəmlərə ayrı-ayrı baxır. Böyük ehtimal burada rəqəmlərə ayrı-ayrı baxıb. Yəni bu 220 deyil, 2 və ya 20-dir və ya 2-2-0-dır və ya 22 və 0-dır. Amma baxın, belə bölmüş olsaq. 22-yə bölsək 10. Buradan bölürəm. 45-i 3-ə bölsək 15. 60-ı 5-ə bölsək 12. 48-i 4-ə bölsək neçə alınır? 12 alınmış olur. Cavabımız da D variantı 12 olmuş olacaq. Və keçir 27-ci sualımıza. Bu tip suallarda dedik ki, tərəflərin sayına baxmalıyıq ki, neçə tərəf var. Çünki heç bir halda belə suallar bəzənməyəcək. Yəni fiqurların tərəfləri müəyyən formalarda fərqli veriblərsə, onun bir mənası olmalıdır. 3 burada, 5, 4, 6 və 1, 2, 3, 4, 5, 5 də burada. Məsələn, tapaq görə 22-ni necə alıb? 22 bağlıdır 1, 5 tərəf olan fiqura. Bir də bağlıdır 6 tərəf olan fiqura. 5 və 6-dan sanki 22 almışam. Necə ala bilərəm? 5 plus 6 mənə verir 11-i. Vuraram 2-yə alınaram 22-ni. Gəlin görək bu doğrudurmu? Digər yerlərin birində də yoxlayaq. Məsələn, 18 birləşib 6-ya, 18 birləşib 3-ə. Deməli, 6 və 3-ü toplasam neçə alınır? 9 alınır. 9-u 2-yə vursam neçə alınacaq? 18 alınmış olacaq. Deməli, tapdığım qayda-qanunluq doğrudur. İndi mən sualı tapmaq üçün ona birləşən fiqurların tərəflərini toplayıb neçəyə vuracam? 2-yə vurmuş olacam. Amma 2-yə vurub vurmadığımı yoxlamaq üçün bir dənə də baxın, burada 3 xətliyə baxaq. Bəlkə də 2 dənə xətti var deyə 2-yə vurmuşduq. 5 tərəf burada, 6 tərəf burada, 4 tərəf burada. Həqiqətən toplayanda 10, 5-dir burada 15. 15-i 3-ə vurmuşam, 45 alınıb. Çünki 3 dənə bağlantısı var. İndi baxın, burada 3 dənə bağlantı var. Deməli 3-ə vuracam. Neçəni? Ona bağlantılı fiqurların tərəflərinin sayını 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 plus. Daha sonra 1, 2, 3, 4, 4. Plus 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də burada. 1, 8. 16, 4 də burada 20. 20-ni düsə vuranda 60 alınacaq. Cavabımız olacaq. Məsələn, hansı? Y variantı. Və biz keçəcəyik növbəti 28-ci sualımıza. Yenə mətn tipli bir sual tipi verilib bizə. 29 sualda yazıb ki, tələbələrə 1-dən 9-a qədər nömrələnmiş 9 imtahan bileti təqdim olundu. 2 oğlan və 3 qız tələbə hər biri imtahan biletlərindən birini götürdü. Məlum oldu ki, oğlanlar və yalnız bir qız cüt nömrəli bilet götürüblər. Gəlin axıra qədər oxumamış, yavaş-yavaş qurmağa çalışaq. Deməli, 1-ci, 2-ci, 3-cü, 4, 5, 6, 7, 8 və 9. 9 dənə bilet var. 2 oğlan və 3 qız tələbə hər biri imtahan biletlərindən birini götürdü. Deməli, 2 oğlan və 3 qız tələbə hər bir imtahan biletlərindən birini götürdü. Məlum oldu ki, oğlanlar və yalnız bir qız cüt nömrəli bilet götürüb. Deməli, 2 dənə oğlan, bir dənə də qız cüt bilet götürüb. Cüt biletlərin hansıdır? 2-dir, 4-dür, 6-dır, 8-dir. Deməli, 2, 4, 6, 8 bunlar nə ola bilər? 2 dənə oğlan, bir dənə də qız buradadır. Mütləq şəkildə. Bunu bildik. Sonra, davamda yazıb ki, qız cüt nömrə bilet götürüblər və qızların götürdükləri biletlərin nömrələrinin cəmi oğlanların götürdükləri biletlərin nömrələri cəminə bərabərdir.
Yəni qızlar neçə nəfər qızımız var? Burada 3 dənə qız var. 3 dənə qızın götürdüyü biletlərin cəmi 2 dənə oğlanın götürdüyü biletlərin cəminə bərabərdir. Yəni 2 oğlan bərabərdir 3 qıza biletlərin nömrələrinin cəmi. Bunu bildik. Cüt nömrəli bilet götürən qız hansı biletlərdən birini götürə bilərdi? Mən indi baxın, gəlib ehtimallara baxacağam. Mən bilirəm ki, 2 dənə oğlanın götürdüyü biletin nömrəsi 3 qıza bərabərdirsə, artıq oğlanın götürdüyü nömrələrin biletlərin nömrələri daha doğrusu nisbətən böyük olmalıdır ki, 3 dənə qızın biletinə bərabər ola bilsin. Qızlarda da nisbətən kiçik olmalıdır. Bu halda mən düşünəcəm ki, 2 dənə oğlan olsa cütdürsə, oğlanları yazsam bura. Yaxşı baxın, bu hissədə yazdım oğlanları. 6 və 7. Cəm neçə olacaq? 13 olacaq. 6 və 8 daha doğrusu. 7 yox 8. Cəm olacaq 14. İndi 3 dənə qızdan 14 almağa çalışmalıyım. Bu halda gəlib düşünəcəm ki, baxın qız 4 götürə bilər. 4 nömrəli bilet götürə bilər. Bu halda çünki biri nə götürmüşdü qızlardan? Cüt götürmüşdü. Digərləri tək götürmüşdü. İndi 14 geri qalır 10. Mən geri qalan 10 necə yarada bilərəm? 1 ilə 9-un cəmi şəklində. Deməli qız 4 nömrəli bileti götürə bilər. 4 mütləq cavablarda olmalıdır. Daha sonra qız 2 nömrəli bileti götürə bilər. Çünki 6 ilə 8 14 götürsəm, deməli mən digər tərəfdən 5 ilə 7-ni və 2-ni qızlara götürərəm ki, cəm bizə 14-ü versin. Deməli qız 2-ni də götürə bilər. A variantı 7. C 7. Çünki 2 də var, orada 4 də var. İndi baxıram 6 və 8-də görüm qızlar bunları götürə bilərmi? İndi düşünsəm ki, baxın, oğlanlar götürüb 8 və 4-ü. Cəm olub 12. Qızlar da 12 olmalıdır. Qızlardan biri 6 götürsə, digər biri 1 götürsə, digər biri də 5 götürsə, 1, 5, 6 cəmi. 1, 5 və 6 cəmi 12-dir. Eyni qayda 4 ilə 8 cəmi 12-dir. Bu da ola bilər. Deməli 6-nı da götürə bilərlər. B variantını seçirəm. İndi qaldı 8. İndi düşünsəm ki, oğlanlar cüt götürməlidir. Biri 4 götürüb, biri 6-nı götürüb. Cəm verər 10. Qızlar da 10 götürməlidir axı buradakı şərt əsasında 3 dənə qız. Əgər 8-i götürmüş olsa qız, baxın burada Y variantında 8 var. 8-i götürmüş olsa 10 lazım olması üçün buna bir dənə 2 lazımdır sadəcə. Bu zaman digər qız da cüt götürmüş olur. Plus da 3 dənə qızdan birini yarada bilmirəm. Digərini bir də götürsəm 11 cəmi alınır. 10 cəmi alınmır. Deməli, mütləq şəkildə növbəti qızım 8-i heç bir halda götürə bilməz. O cüt ədəd götürən qız heç bir halda 8-i götürə bilməz. Yeni silən kimi bu sualda cavab doğru olaraq D variantı qalmış olur. Və keçirik növbəti 29-cu sualımıza. Yenə qatlanmış fiqurla bağlıdır. Dedik ki, sonuncu kəsiyə baxırıq. Kağız əvvəlcə sağ aşağıdan sol yuxarı qatlanıb bura. Sonra sağdan sola və aşağıdan yuxarı. Yəni sol yuxarı küncdə belə bir kəs yaparılıb. Demək, sol yuxarıda olan kəsik mənə verilən şəkillə birə-bir eyni olmalıdır. Bütün variantlarda eynidir. Bir də bunu çəkmirəm. Sonra da verilmiş qatlar boyunca simmetriya olmalıdır. Birinci bu qat boyunca simmetriyə baxıram. İndi baxın, bu böyük qat boyunca simmetriya baxmış olsaq, biraz şəkil burada oynamış ola bilər. Çox da buna əhəmiyyət verməyin. Hələ ki saxlayaq. Hələ ki bu qat boyunca simmetriya baxanda görürəm ki, variantlarda simmetriya gözlənib sanki. Hələ ki bir problem yoxdur. Bunları çəkdim. Sadəcə bu A variantı ilə B variantında ola bizim bir də şəklimiz oynayıb deyə çox buna əhəmiyyət vermirik, amma imtahanda belə olsa mütləq yanlışdır. Tam simmetrik deyirlər çünki. Sonra baxın, bu qat boyunca simmetriya olmalıdır. Yəni tam mərkəzdə bu qat boyunca mən baxanda görürəm ki, A variantının simmetriyası nə olub? Pozulub. Çünki burada ox aşağı baxır da, burada ox yuxarı baxır. Burada aşağı baxırsa, burada da aşağı baxmalıydı simmetrik olaraq. A silindir. Yenə bu qat boyunca simmetriya pozulub. Baxın, bu fiqura baxın, bu fiqura baxın. Simmetriya pozulub. Növbəti. Baxın, bu qat boyunca simmetriya baxmış olsam, buradakı fiqurdan bu fiqurun yenə əlaqəsi yoxdur. Burada da simmetriyamız mütləq şəkildə nə olacaq? Pozulmuş olacaq. Əlimdə qalır yeganə hansı variantlar? Amma buna diqqətlə baxaq yenidən bir daha. Çünki digər xəttimiz harda olub? O əsas maraqlıdır. Digər xəttimiz baxın, tam buradadır. Yəni kvadratın ayaq hissəsində burada. Və bir qatım da buradadır. Deməli, mən bu qat boyunca onsuz da bunu qatladıqda, baxın, belə bir vəziyyət alınacaq burada. Bura düşən A üçbucağı deyək. Bu A üçbucağı buradakı A üçbucağıdır. Yəni bu vəziyyət yarana bilər əslində. Oxun bu vəziyyətdə olmasının əhəmiyyəti yoxdur. Mən qatların hər birini çəkirəm ki, rahat görə bilim. Baxın, burada bu var, burada bu var. Y variantı yanlışdır. Y variantı nəyə görə yanlışdır? Baxın, bu qatım, buradakı qatım. Ox burada güzgüyə baxırdı ya, burada da güzgüyə baxan bir ox olmalıydı mütləq şəkildə. Yuxarıdan aşağı atsırdımsa mən bunu. Necə olur olsun artıq. Bu ox burada da baxmalıydı güzgüyə. Y variantını silirəm. Baxın, buradakı vəziyyət hələ ki doğru görsənir və C variantdakı vəziyyət hələ ki doğru görsənir. İndi diqqətlə baxmış olsaq, amma burada problem var D variantında. Çünki mən bunu, baxın, buradakı üçbucağı doğru çəkim.
Mən bunu açıramsa, buradakı fiquru açıramsa soldan sağa doğru. Burada güzgüyə doğru baxan bir ox olmalıdır ki, baxın bu hissədə. Buna A üst bucağı deyirəm. Bu A üst bucağı bura güzgü əksi olanda A üst bucağında olan fiqura baxın. Buradakı A üst bucağında olan fiqura baxın. Bu fiqur başqa fiqurdur. Buradakı fiqur başqa bir fiqurdur. Yəni simmetrik deyil. D-ni də silən kimi həqiqətən C variantı qalmış olur. Yəni biraz detallı, dəqiq baxmalıyıq simmetriyə. Xətləri, yəni verilmiş qatlar boyunca xətlər çəksə hər hansı bir problem yaşamış olmayacağıq. Və keçirik növbəti 30-cu sualımıza. 30-cu sualda yazılıb ki, aşağıda bir qabdakı kürəciklərin sayının rəng sarı və göy və ölçülərinə böyük və kiçik buna görə faiz nisbətləri əks olunan diaqramlar verilmişdir. Yazıb ki, diaqramlara əsasən bu qabdakı kürəciklərin sayı barəsində aşağıdakılar hökmən doğruluğuna dair uyğun olmayandır. Baxın, burada 66% yazılıb. Yaxşı görsəmir. Yəni bir kənardan qeyd edirəm. Burada 85% yazılıb, bir kənardan qeyd edirəm. Deməli, ümumi göy kürəciklər 66% sarıdırsa, geri hissəsi qalır. 34% nə olacaq? Göy olacaq. Daha doğrusu ümumi bu hissədə göy kürəciklərin daha doğrusu faizi 34-dürsə, sarı kürəciklərin faizi 66-dır. Böyük kürəciklərin faizi 85-dirsə, kiçik kürəciklərin faizi neçədir? 15-dir. Bunu bildik. İndi birinci yazıb ki, kiçik göy kürəciklər böyük göy kürəciklərdən çoxdur. Kiçik göy kürəciklər böyük göy kürəciklərdən çoxdur yazılıb. Baxın, göy kürəciklər nə qədərdir? Mənim ümumi 100 dənə kürəciyim varsa, bunun 34-ü göydür. 34 dənə göy kürəciyin 15% nə olmalıdır? 15% olmalıdır, tutaq ki, kiçik qalanlar olmalıdır böyük. Və ya onsuz da bu kürəciklərin ümumi sayı həmişə bərabərdir deyə. Bura əgər 34 olarsa, bura olacaq 66. Burada 15 olacaqsa, burada olacaq 85 maksimum. İndi mənim 34 dənə maksimum göy kürəciyim varsa, tutaq ki, bunun 15-i kiçikdirsə, geri hissəsi qalır. 19 qalır. 19 da olur göy. Daha doğrusu böyük. Bu zaman böyük kürəciklər kiçik göy kürəciklərdən çoxdur. Burada da yazılıb ki, kiçik kürəciklər böyük göy kürəciklərdən çoxdur. Tərsi verilib. Əslində böyük göy kürəciklər 19 olduğu halda kiçik göy kürəciklər maksimum halda 15-dir. Maksimum halda. Deməli 19-15-dən böyük olduğu üçün əslində böyüklərin sayı daha çoxdur. Yəni bu mütləq səhvdir. 2-yə yazıram A-nı. Daha sonra B-də yazıb ki, böyük göy kürəciklər böyük kürəciklərin 40%-dən çox deyil. Böyük göy kürəciklər böyük kürəciklərin 40%-dən çox deyil. İndi baxıram ki, göy kürəciklər 34 dənə olsa, böyük kürəciklər, böyük göylər 19 dənə olur, elə deyil. Minimum 19 dənə olur. İndi bu halda yazılıb ki, böyük göy kürəciklər böyük kürəciklərin 40%-dən çox deyil. Böyük kürəciklər isə bu halda 85 dənədir. 85 dənədir. Amma burada mən bilirəm ki, bu minimum 19-dur. Ola bilsin ki, mənim göy kürəciklərim hamısı nədir? Böyükdür. 34 də böyükdür. Heç kiçik göy kürəciyim yoxdur. Bu 0-dır burada. Bu halda 85-in mən gəlin tapacağım, indi neçə faizini? 40%-ni tapacağım və ya 85-in x faizi mənə neçəni vermiş olacaq? Verəcək 34. Maksimal halda görək böyük göy kürəciklərin sayı faizi nə qədərdir? Buradan x-imiz bərabər olacaq. 100 vurulsun 34 bölünsün 85-ə. 5-i ixtisar aparsaq burada qalır 20. 5-i ixtisar aparsaq burada qalır 17. 17 ilə bu da ixtisar yerində burada qalır 2. Maksimum 40%. Deməli maksimum həqiqətən göy kürəciklərin 40% nə olacaq? Böyük kürəciklərin 40% göy kürəcik olacaq. Yəni B variantı doğrudur. Böyük göy kürəciklər böyük kürəciklərin 40%-dən çox deyil. Yəni maksimum 40-dır. Bu doğru olduğu üçün 1-ə yazıram B-ni. 1-ə B, 2-yə də A uyğun gələcək. Digər başqa variantlar da var, amma hələ ki gəlib yoxlaya bilərik. 1-ə B, 2-yə də A. Gəlib baxıram. 1-ə B, 2-yə də A olan, baxın 2 dənə variant var hələ ki burada. Digər variantlar nə edəcəm? Siləcəm. Gəlin C-ni yoxlayaq. Görək C-də nə yazılıb? C-də yazılıb ki, kiçik sarı kürəciklər 25%-dən çox deyil. İndi mən düşünəcəm ki, sarı kürəciklər maksimal neçədəndir? 66 dənədir. Yəni 66 dənə də 100 dənə kürəcik varsa 66-sı sarıdır. 66 dənə sarı kürəcik. Burada nə yazılmışdı? Yəni indi bir daha ona baxaq. Yazılıb ki, kiçik sarı kürəciklər sarı kürəciklərin 25%-dən çox deyil. İndi sarı kürəciklər 60-dırsa, kiçik sarılarda maksimum düşünək ki 15-dir. Maksimum. Ola bilsin ki, sarı kürəciklərin 66-sının hamısı da harada olsun? Böyük olsun. 85-in içində olsun. Ola bilsin ki 15-i burada olsun, qalanları burada olsun. İndi 15 dənə mənim nəyim var? Kiçik sarı kürəciyim olsa, ümid 66 dənədir. 66-nın burada neçə faizdən söhbət edirdi? 25%-dən söhbət edirdi. Baxaq, 25%-dən çox deyil deyirdi. 66-nın 25% görək bizə bu 15-i verəcəkmi? Versə deməli bəli, maksimum 25%-i kiçik sarı kürəcikdir.
və ya sarı kürəciklərin kiçik olanlarının faizi 25-dir. Bunu hesablamış olsaq. Deməli, ixtisar getsə burada qalır 4. 66-ını da biz 4-ə bölmüş olsaq, burada bəli 15-dən böyük bir ədəd almış, 15-dən kiçik bir ədəd almış olacaq. Daha rahat hesablaya bilmək üçün gəlin görək bu maksimum 15 olsa bu neçə faiz olur? Belə eləyək. X ilə hesablayaq. Bu zaman bizdə nə alınacaq? Deməli bu 100 idi. X bərabər olacaq 15 vurulsun 100 bölünsün 66-ya. 2-yə ixtisar aparmış olsaq, 100-ü mən 2-yə ixtisar aparanda burada 50 qalır, burada 33 qalır 66-da. 3-ə ixtisar aparsam burada 11 qalacaq, burada 5 qalacaq. 5-i də 50-yə vuranda 250. 250-ni də bölsək 11-ə görə neçə almış oluruq? Deməli, burada alınacaq 2 dəfə 22, burada alınacaq 30-da da yenə 2 dəfə düşəcək 22. İndi baxın 22,4 neçə faizsiz alınır. Yəni maksimal 22,4 neçə faizdir? 25 faizindən çox deyil. Kiçik sarı kürəciklər sarı kürəciklə 25 faizindən çox deyil. Deməli, sizə həqiqətən doğru məlumat olan hissəyə aiddir. Hardadır o da? 1-ə aiddir. 1-ə BS uyğun gəlmiş olacaq. O da hardaydı 1-ə BS uyğun gələn? C variantındaydı. Deməli, mən C variantını doğru olaraq götürmüş olacağım. Artıq stikerlərini yoxlamağa ehtiyacımız yoxdur. 31-in sualda yazıb ki, kvadratlardan hansı düzgün qurulmayıb? Baxın, məsələn, 1A o deməkdir ki, birinci fiqurla, bu fiqurla A fiquru birləşib bunu əmələ gətirib. Kəsişməsində bu yerləşirdi, bunu əmələ gətirib. Elə 1A doğru qurulmayıb. Cavabımız Y variantıdır. Nəyə görə? Baxın, mən görürəm ki, birinci fiqurda burada belə böyük bir qara dairə var, ona bitişik böyük bir ağ dairə var. Bunlar birləşəndə buradakı böyük qara dairəyə birləşmiş böyük bir ağ dairə olmalıdır. Birinci fiqurun böyük ağ dairəsi yoxdur. Baxın, verilməyib. Burada kiçik ağ dairəm bu ağ dairədir. Bu yarımçıq da A-nın ağ dairəsidir. A xanasının ağ dairəsidir. Bəs məndə birinci fiqurun bu böyük ağ dairəsi hardadır? O da burada olmalıydı. O yoxdur. Deməli, elə 1A doğru qurulmayıb. Yanlış variantımız, doğru qurulmayan variantımız olacaq. Y variantı 1A. 32-ci sual. Hansı variantda anlayışlar ümumidən xüsusiyə doğru sıralanmayıb yazılıb? Yəni, ümumi böyükdür, xüsusi kiçikdir. Böyükdən kiçiyə doğru sıralanmayanları tapacağım. Yanlış olanları. Baxın. Xordalı heyvan, onurğalı heyvan, quş, dəvə quşu. Bir ardıcılıq var. Böyükdən kiçiyə doğru. Xordalılardan biri onurğalıdır, onurğalılardan biri quşdur, quşlardan biri də dəvə quşudur. Bu sıralanıb. Biri silirəm. Biri olan variantları siləcəm. Sonra rasional ədədlərdən biri tam ədəddir. Tam ədədlərdən bəziləri natural ədəddir. Natural ədədlərdən biri də 100-dür. 130-dur. Bu doğrudur. Bu da sıralanıb. Mən sıralanmayan istəyirəm. Yəni 2-ni də siləcəm. 2 olan variantları da sildim. Deməli, mürəkkəb maddələrdən bəziləri kimyəvi maddələrdir. Kimyəvi maddələrdən bəziləri duzdur, biri. Duzlardan biri xörək duzudur. Baxın, bu xörək duzu, duzun tərkib hissəsi olduğu üçün yerlər qarışıqdır. Böyükdən kiçiyə doğru gəlməyib. Yəni, duz xörək duzundan daha böyük anlayışdır, ondan əvvəl gəlməli idi. Deməli, bu düzgün sıralanmayıb deyə mən 3-ü götürəcəm. Sonra hər iki variantda 3 var deyə saxlayırıq. Keçirik 4-ə. Baxın, şirniyyat qidalardan biri deyil. Qida şirniyyat, daha doğrusu qida şirniyyatlardan biri deyil. Şirniyyat qidalardan biridir. Yəni, əvvəlcə qida gəlməli idi əvvəldə, ən böyük anlayış kimi. Sonra onun növlərindən biri şirniyyat gəlməli idi. Yəni, burada da ardıcıllıq pozulub bu ikisində. Deməli, 4 də götürəcəm. 3 və 4 mən daha variantda verib deyə doğru variant bu olacaq. Sonra 5 də artıq baxsaz görəcəksiniz ki, birə-bir doğruluğudur. Hər hansı bir problemi yoxdur. 33-cü sual operatorlarla bağlı bir sual tipidir. 8 və 4-dən nə almışam? 3 almışam. 9 və 3-dən nə almışam? 2 almışam. Baxın, çox da mürəkkəb uzatmayacağım. 8 üstə 4 gəlsəm nə alınır? 12. 12-ni böləcəm neçəyə? 8 çıxılsın 4-ə. 12-ni 4-ə böləndə alacam 3-ü. Eyni qayda 9 + 3 mənə verir 12-ni. Baxın, 9-dan 3 çıxsam nə alaram? 6. 12-ni də 6-ya böləndə alacam 2-ni. 20 + 16 mənə verir 36-nı. 36 bölünsün. 20-dən 16 çıxanda 4. Bizə verir 9-u. İndi 10 ilə 6-nı toplayıram 16. Bölünsün. 10-dan 6 çıxıram nə alınır? 4. 16-nı 4-ə bölündə 4 alınacaq. Deməli, buradan da 4 almalıyım. İndi burada x olmuş olsa, x-in üstü 3 gələcəm və onu böləcəm nəyə? X - 3-ə. Yəni, bunun cəmini, bunun fərqinə böləndə nə almalıyam son nəticədə? 4 almalıyam. Bu bərabər olacaq 4-ə. Bunu həll etsək buradan nə alınır? 4x - 3 çarpaz vururam 12 bərabərdir x + 3-ə. Buradan da 3x bərabər olur 15-ə, x bərabər olur 5-ə. Variantları gətirib yerinə qoyub yoxlaya da bilərdiniz. İndi baxın, yoxlayaq istəsiniz. Bura 5 yazmış olsaydıq. İndi 5-in üstü 3 gələndə 8. 5-dən 3 çıxanda 2. 8-də 2-yə bölündə 4 alınır. Həqiqətən buradakı qiyməti ala bildik. Deməli, B 5 doğru cavabımızdır. Və keçirik 34-cü sualımıza. Deməli, baxın, yenə burada bizə nə verilib?
Fiqur ədəd əlaqələrlə bağlı bir sual tipi verilib. Baxın, mən buna 26-ya bir ədəd kimi baxsam, bu 52-yə də bir ədəd kimi baxsam, yuxarıdan aşağı 26-nı 2-yə vursam alınır 52. 19-a bir ədəd kimi baxıram, 19-u vursam 2-yə alınır 38. Eyni qaydada. Burada bir 43 kimi ədəd kimi baxıram buna, 43-ü vursam 2-yə alacam 86-nı. Eyni qaydada. İndi mən 30 neçəni 2-yə vuranda amaləm 74-dür. Bu da nə olacaq? 37 olacaq ki, 37-ni 2-yə vurum, 74 ala bilim. Sual işarəsinin Y variantı 2 olmuş olur bu zaman. 35-ci sualımız anaqramdır. A-da santimetr yazılıb. Santimetr. B-də millimetr yazılıb. Millimetr. Növbəti kilometr yazılıb. C-də kilometr. Manometr yazılıb. Manometr yazılıb. D-də və nanometr yazılıb. Y-də. Nanometr. Baxın. Santimetr, millimetr, kilometr, nanometr. Bunlar ölçü vahdidir. Manometr təzyiq ölçən cihazdır. Bu halda manometr baxın təzyiq ölçən cihazdır. Bunu da hardan görürdü manometr olduğunu? 2 dənə M hərfi varsa manometrdir, təzyiq ölçən cihazdır. 2 dənə N hərfi varsa nanometrdir. Bu ölçü vahididir. 10 üstü -9-a bərabər kiçik bir ölçü vahididir. Artıq buradakı N hərflərinin sayından bunu tutmaq olardı. 2 dənə M varsa manometrdir, 2 dənə N varsa nanometrdir. Bunu bilmiş olsaq kifayət edəcək. 36-cı sual. Bir sinifin şagirdlərinin siyahısında birinci nömrənin oğlana aid olma ehtimalı 8-də 5-dir. Deməli, oğlana aid olma ehtimalı 8-də 5-dirsə, qızlara aid olma ehtimalı nə qədər olacaq? 8-də 3. Yəni 2 dənə ehtimalın maksimal cəmi 1 olmalıdır. Deməli, oğlanlar olacaq 8-də 5, qızlar olacaq 8-də 3. Sinifdə 12 qız varsa, oğlanların sayı neçədir? İndi baxın. Hər hansı bir hadisənin ehtimalını hesablayanda mən bilirdim ki, kəsrin məxrəcinə yazıram ümumi hallarımın sayını, sürətinə yazırdım mümkün hallarımın sayını. Deməli, mənim 12 qızım varsa, mümkün halımın sayı 12-dir, birinci yerdə olma ehtimalına görə. Kəsrin məxrəcinə də hələ ki yazıram x. Yəni, bilmirəm burada ümumi halım nə qədər, yəni bütün şagirdlərin sayını bilmirəm. Ümumi hallarım sayı da bütöv şagirdlərdir, qızlar olanlar bir yerdə. Qızların ehtimalı nə olur? 8-də 3 olur. Məxrəcə sürətə uyğun gəlməlidir. Mən baxın 12-ni bölsəm 4-ə 3 alınacaq. Yəni 4-ə ixtisar aparmışamsa, burada 4-ə ixtisar aparmalıyam. Deməli, x-i 4-ə ixtisar aparanda burada neçə alınmalıdır əslində? 8 alınıbsa, 4-ə bölündə 8 alınamsa, x neçə olmalıdır? 32 olmalıdır. 4-ə ixtisar aparanda nə alınacaq? 8-də 3 alınacaq. Çünki qızların ehtimalı 8-də 3 idi. Bu halda ümumi hallarım nə qədər oldu? 32. Yəni oğlanlar plus qızlar 32-yə bərabərdirsə, qızlar 12-dirsə, oğlanlar 20 olmalıdır ki, toplayanda nə alım? 32-ni almış olum. Növbəti bu sualda aydındırsa keçirik 37-ci suala. Deməli, mən burada nəyi tapmalıyım? X və Y hansı halqalardır onu tapmağa çalışmalıyım. Bilirəm ki, baxın, birinci bunun kodlarını yazıram. Hər fiqurdan çıxan xətlərin sayına kod deyəcəyik. M-dən 1 xət çıxıb, N-dən 3 xət, L-dən 3 xət çıxıb, R-dən 2 xət çıxıb, P-dən 2, K-dan 3 xət çıxıb. Sağ tərəfdə də yazıram 1, 3, 3, 3, 2 və 2. Və bilirəm ki, kodları eyni olan fiqurlar eynidir. Birlərdən bir dənədir, elə ən rahatı bundan başlamaqdır. 3-dən 2-dən başlaya bilmərəm. Çünki 2-dən 2 var. Bilməyəcəm axı bu 2-lərdən hansı 2-dir. Amma 1-dən təkdir deyə birbaşa bilirəm ki, bu M-dir. M-i tapdım. M-dən yolum gedib N-ə. Bu oldu N. Əla. N-i tapdım. N-dən bir dənə yol elə gəlib 3 xətti var. Bir dənə yol gəlib P-yə 2 xətti var. Baxıram. N-dən bir dənə yolum gəlib 3 xətliyə. 3 xətli məndə hansı idi? L idi. Bu oldu L. N-dən digər yolum gəlirdi 2 xətliyə. O hansı idi? P hərfi idi. Bu da oldu P. Y-in qiyməti P-dir. Əlimdə bir dənə 3 xətli qaldı, bir dənə 2 xətli qaldı. 3 xətli K-dır. Gətirib onu X-in yerinə yazıram. 2 xətli R-dir, onu gətirib buraya yazıram. Deməli, X-in qiyməti K-dır. Y-in qiyməti də P-dir. Cavabımız KP olacaq. O da haradadır? KP B variantında verilir. Baxın, ardıcılığı qorumalısınız. X-ə mən K tapmışam, P tapmamışam. Y variantını yəni götürə bilməzdim spiralda. Növbəti keçirik 38-ci suala. Sudokudur. Sual işarəsinin yeni hansı hərf gəlir onu tapmalıyam. Sudokuda bilirəm ki, mən bura B yazmışam deyə artıq bu sətirdə heç bir yerə B yaza bilmərəm. Baxın, bura B yazmışam deyə bu sütunda təkrar olmasın deyə heç bir yerə B yaza bilmərəm. Bu qalan xətlə hüdudlanmış hissəyə biz blok deyəcəyik. Bu blok daxilində heç bir yerə artıq B yaza bilmərəm. İndi sual işarəsini tapmaq üçün birbaşa nəyə baxacağıq? Baxın, birbaşa həmin hissədə bir yerə fokuslanaq görək biz hara nə yaza bilərik.
İndi diqqətlə baxmış olsaq, baxın, məndə burada y var. Burada y var deyə bu sətirdə heç bir yerdə y olmaz. Burada sütunda y var deyə bu sütunda heç bir yerdə y olmaz. Deməli, y avtomatik blok daxilində bura düşəcək. Çünki bütün hərfləri istifadə etməliyim. İndi sual olan sütunda y var, b var, f var. Elə deyil. Mən indi bilirəm ki, baxın, bu blok daxilində bir yerə y yazmalıyım. Sual işarəsi olan yerə y yaza bilmərəm. Baxın, burada y hərfi var deyə bunlara da y yaza bilmərəm. Y avtomatik düşəcək bura. Daha sonra əlimdə qalır nə? Bunları silim indi. Y, B və F var. Çatışmayan D-dir, C-dir və hansı hərfimiz çatışmır? D, S və A hərfi çatışmır. A hərfini yazaq bura. Bu üçü çatışmır. Baxın, mən burada D var deyə bura D yaza bilmərəm. Deməli, D qalacaq ya bura ya da bura qalmış olacaq. Hələ ki, bu nədir? Ehtimaldır. Bunu hələ ki yazmırıq. Amma bu sütuna baxmış olsaq, F, D, Y, B var. Aynı C çatışmır. Bura C yaza bilmərəm, sətirdə C var deyə. C-ni yazıram bura, A-nı yazıram bura. Əla, bu hissəmiz hələ ki tamamlandı. İndi keçib biraz fərqli bloka. Bu blokun içinə baxaq. B, D, Y, C var. A ilə F çatışmır. F-i yazıram. Baxın, burada F olduğu üçün bura F yaza bilmərəm bura. A-nı yazıram bura. İndi A, Y, B, F var. C ilə D çatışmır. Baxın, sətirdə C var deyə bura C yaza bilmərəm. Bura deməli D yazacağım. Avtomatik C də düşəcək sual işarəsinin yerinə. Əla, sual işarəsinin qiymətini tapdıqsa, artıq çox düşünməyə ehtiyacımız yoxdur. Cavabımız olacaq. Mən C variantı C. Və keçəcək növbəti 39-cu suala. Fəza fiqurlarla bağlı bir sual tipidir, çox da çətin deyil. Birinci qarşı üzlərə baxmalıyıq. Bilməliyik ki, ixtiyari bir fəza fiqurunda 2-3 cüt qarşı üz var. Qarşı üzlər bir-birinə toxunmayan, aralarında bir üz qalanlardır. Yəni 2 ilə C. Qarşı üzlər. Aralarında bir tərəf var və bunlar bir-birinə toxunmurlar. Və mütləq bilməlisiniz ki, qarşı üzlər kubun yığılış formasında eyni anda görsənə bilməzlər. Yəni 2 ilə C qarşı üzdür. Bunu yazıram. Sonra növbəti qarşı üzlərin 1 ilə B-dir. Aralarında bir tərəf var, bir-birinə toxunmurlar. Və üçüncü cüt qarşı üzümdə 3 dənə hansıdır? Ad. Bunlar qarşı üzdür və ya kitabçada ya biz sualda sizə paralel üz deyə bilər. Eyni şeydir, paralel üzdür. Bunlar kubun yığılış formasında eyni anda göstərə bilməzlər. Harda 2 ilə C varsa silirəm. A-da var, sildim. Baxın, Y-də var, sildim. Harda 1 və B varsa silirəm. Baxın, B-də var, sildim. Eyni anda göstərə bilməzlər. Qayda olaraq hətta saxlayırsınız. 3 və A harda varsa silirəm. C-də var, sildim. Əlində nə qaldı? Bir dənə D variantı qaldı. Artıq variantı yaratmağınıza ehtiyac yoxdur. Qarşı üzərdən cavabımız çıxırsa bitdi. Növbəti keçirik 40-cı suala. Baxaq, bu növbəti 39 idi, bəli. Tərəzilər mövzusu ilə bağlı biraz nisbətən çətin bir sual tipidir. Şərtdə yazıb ki, sual əvəzinə hansı ədəd yazılmalıdır? Asılqanın çəkisi nəzərə alınmır. Yadda saxlayın ki, bu tip salxım tərəzilərdə sıfırdan istifadə edə bilər. İndi baxın, burada 9 yazmışam. Bir kənardan yazdığım rəqəmləri birdən lazım olar. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9 istifadə etmişəm. 5 bucaqlıya 9 demişəm. Bu 9-dursa bu da 9-dur. 9, 9, cəmi 18. Baxaq görək başqa harda o 5 bucaqlıdan istifadə etmişəm. Harda etdiyimi bilmirəm, amma buranın 18 olduğunu bilirəm. Aha, deməli bunun 18-i düşdüsə, artıq mən bu rəqəmlərdən istifadə etmirəm. İxtiyari natural ədədlər ola bilər. Hətta 0 belə ola bilər. Çünki 0-dan istifadə etdiyim hallar var. Daha sonra keçək fərqli yerlərə. 18, burada 18'dir. Baxın, bunların hamısı 18'dir. Deməli, burada 36'dır, burada 36'dır. 72, burada 72'dir. Yenə 36, 36. 18, 18. 9 və 9. 9 ise bunlar olacaq 3. 3 dəfə 3, 9 versin. Bu da 3 ise bu olacaq 6. İndi bu 6'dırsa, baxın, cəm 18 olmalıdır. 18'dən 6 çıxanda bizdə nə alınır? 12 alınır. Deməli, bunun biri 4'dür ki, cəm bizə versin neçəni? 12'ni. Mən artıq tapdım ki, baxın, bu trapezi 4'dür. Keçirəm digər tərəflərə. Baxaq görək nəyi tapmışıq, nəyi tapmamışıq. Plusları tapmamışıq. Başqa bu tapdıqlarımızdan digər tərəflərə baxaq. Burada 9'dur, burada 9'dur. Bunların hər iki tapmamışam. Deməli, burada 9'dur, burada artıq bölmüş olsaq, mən bilirəm ki, mənim burada, baxın, bu figurum 3'dür. 9'dan 3 çıxanda 6 qalır. Deməli, bunlar 2'dir ki, cəm versin ümumilikdə 9'u. Deməli, bu 2'dirsə, bunlar olacaq 7'dir. Əla, bunları da tapmışıq. İndi keçək digər tərəfə. Bu 7'dirsə, bunlar 1-1 olmalıdır ki, cəm 9'u versin. İndi plus 1'dirsə, bitdi elə. 4 plus 1 bizə neçəni verəcək? Y variantı 5'i vermiş olacaq. Artıq digərlərini axtarmağımıza ehtiyacımız yoxdur. Və yəni keçirik 41-ci sualımıza. Cədvəllər mövzusu ilə bağlı bir sual tipi verilib. Baxın, biraz mürəkkəb bir cədvəldir. Daha öncə sualların birində bunu da izah etmişdim videoların birində. Bu üçündən sanki 17 alınıb. Yenə bu üçündən sanki yuxarıdakı 20 alınıb. Bir dəfə sətirlər aşağını verəcək sütunlar, bir dəfə yuxarını. Yenə bu üçü aşağını verəcək, bu üçü yuxarını verəcək. Bu üçü aşağını verəcək, bu üçü yuxarını verəcək bu hissəni. İndi 6, 7, 4 cəmi. Bu bizə verir 17-ni.
9, 3, 8 cəmi. Bu bizə verir neçəni? 20-ni. 1, 8, 3 cəmi 12. 5, 7, 2 cəmi 14. 7, 6, 9, 6, 6 cəmi 19. Deməli 4, 5, 2 cəmində sual işarəsini verməlidir. Bu da bizə verəcək 11-i. Əslində bir dənə burada sətr sütunda belə bir fərqli olduğu, yəni nəticələrin yerlərində belə bir fərqli olduğunu görə bilsəydiniz, o qədər də ağır bir sual deyildi. 42-ci sual. Yazıb ki, ABCD kvadratı verilib bizə. F və C müvafiq olaraq çevrənin mərkəzləridir. Deməli, F bu çevrənin mərkəzidir. C də buradakı çevrənin mərkəzidir. Bunları bildik. Sonra yazıb ki, DC bərabərdir 4. İndi, baxın, bu məsafəm 4'dür. Tam bu məsafəm uzunluğu olacaq 4. C-yə bərabərdir YB-yə. Yəni, kvadratdırsa hər tərəf 4 daxı. O zaman bu tərəf bu tərəfə bərabərdirsə, bura 2-dir, burada 2-dir. Mən artıq bilirəm ki, baxın, kiçik çevrənin radiusu 2 cm-dir. O zaman baxıram ki, bu birisi çevrəndəsində ilə radiusu nə olacaq? 2 cm olmuş olacaq. Bunu hardan bilirəm? 4-dürsə burada 2-dir, burada 2-dir. F çünki nədir? Baxın, F bunlar üçün tam mərkəzdir. Yəni, bu da bir çevrə radiusdur, bu da bir radiusdur. Mərkəz nöqtədən çevrənin kənarına qədər olan məsafəyə radius deyəcək. Deməli, bu da 2-dirsə, bu da 2-dir. Hamısı 2-dir. Mən nəyi tapmalıyım? Ştrixlənmiş hissənin sahəsini tapmalıyım. Bunun üçün birinci kvadratın sahəsini tapacağım. Kvadratın sahəsi bir tərəfin kvadratına bərabərdir. Yəni 4-ün kvadratı. Bu bizə verir 16-nı. 16-dan bir baxın, bu rənglənmiş hissəni çıxacağım. İndi ştrixlədiyimi. Bir də bunu çıxacağım. Birinci baxın, gəlin bu A yazdığımız çevrənin və yarım çevrə deyək. Bir də bunun B-nin nəyini tapaq? Sahələrini tapaq. A-nın sahəsi nəyə bərabərdir? Normalda çevrənin və ya dairənin sahəsi pi r kvadratı ilə hesablanır. Pi-nin qiymətini verməyib pi olaraq saxlayacağım. Variantlarda da onsuz pi olaraq saxlayıb. R nədir? Burada 2-dir. Bunu bilirdik. Burada 2-dir. Yəni radius 2-dir. Yəni A bərabərdir. Pi vurulsun 2-nin kvadratı, yəni neçəyə? Elə birbaşa burada yazıram. 2-nin kvadratı, yəni 4 piyə. A-nın sahəsi oldu 4 pi. İndi B-nin sahəsini tapaq. B-nin sahəsi radius 2 olduğu üçün yenə nə olacaq? Amma 4 pi'dir. Sadəcə bu bütöv çevrə olsa 4 pi olardı. Bu çevrə nə idi? Yarısıdır. Yarısı olduğu üçün 4 pi'nin nəyini götürəcəm? Yarısını götürəcəm. Yəni 2 pi'ni götürəcəm. Deməli, bu yarım çevrənin sahəsi oldu 2 pi. Yenə burada radius 4 olduğu üçün, baxın, bütöv bu çevrənin sahəsi nə olar? 4 pi olardı. Bayaqki kimi burada hesabladığımız kimi. Amma bu da çevrənin hansı hissəsidir? Çevrənin, baxın, 4 yerə bölsəm 4'ündən 1-idir. 1, 2, 3, 4. 4 dənə yerə bölsəm 4'ündən 1-idir. Yəni, mən bu aldığım 4 pi'ni nə edəcəm? Bu səfər böləcəm 4'ə. Bu da mənə verəcək sadəcə nəyi? Pi'ni. Deməli, bu da oldu pi. Pi burada, 2 pi burada. Toplasam 3 pi. Deməli, mən 16'dan 3 pi'ni çıxsam nə alaram? Bu ştrixlənmiş hissənin sahəsini alaram. Deməli, cavabımız 42'də də olacaq məhz D variantı. Növbəti 43-cü sualımıza baxaq. 43-45-də məntiq təhlil ilə bağlıdır. Blok sualdır. Bir kənardan qeyd dəftəri açacağım tez. O qeyd dəftərində yazmağa çalışacağıq. Bu blok modeldir deyə uşaqlar. Bu biraz vaxt aparan sınaq ola bilər. İmtahanda, yəni bu qədər çətin olacağını çox da gözləməyin. Bu qədər vaxt aparan çox nadirən olur imtahanlar. Olur, amma nadirən olur. Deməli, yazıb ki, Akif, Bilal, Cəmil və Daşqın hər biri fərqli nəticə göstərərək vermiş balları toplayıblar. Yəni, kimlər var məndə? Akifdir, Bilaldır, Cəmildir və Daşqındır. Daha sonra yazılıb ki, magistrata qəbul oldular. Onlardan ikisi 56-cı, biri 33-cü, biri isə 26-cı proqrama iş veriblər və ya imtahan veriblər. 56-cı proqramda 2 nəfərdir, 33-cü proqramda 1 nəfərdir, 26-cı proqramda 1 nəfərdir. Bu 4 bakalavr imtahan nəticələri arasında aşağıdakılar məlumdur. Deməli, 120 bal toplayan 56-cı proqram üzrə imtahan verməyib. Deməli, 120 bal toplayan burada deyil. 56'da deyilsə, buradan yazıb üstündən xətt çəkirəm. Növbəti. 33-cü proqram üzrə imtahan verən 120 bal toplamayıb. Deməli, bu da 120 bal toplamayıbsa, avtomatik 120 bal harada olacaq? 26-cı proqramda olacaq. 120 bal yazıram 26'ya. Bunlar artıq yazmama ehtiyac yoxdur. Daha sonra bunlar getdi. Daşqın 100 bal toplamayıb. Daşqın 100 bal toplamayıbsa, buradan Daşqın yanına 100 yazıram, üstündən xətt çəkirəm. Bunu bildim. 56-cı proqram, 56-cı qrup üzrə imtahan verənlər 130 bal toplamayıblar. Deməli, bunlar 130 bal toplamayıblarsa, 130 buradan yazıb üstündən xətt çəkirəm. Avtomatik 130 bal hara düşəcək? 130 bal düşəcək 33-cü proqrama. Bunu yazdıq bura. 130 bal hissəsini yazdıq bura. Daha sonra bu cümlələr getdi. Nə Akif, nə də Cəmil 56-cı proqram üzrə imtahan verməyib. Nə Akif, nə də Cəmil. Burada deyilsə, bura nə qalır?
Bilal'la Daşqın qalır. Deməli Bilal burdadır, Daşqın da burdadır. Mən bilirəm ki, Bilal nə qədər bal toplamayıb? 100 bal toplamayıb. Avtomatik baxın 56-cı proqrama qalan ballar hansıdır? 130-dan 120-ni yazmışam. 100-dən 110 qalıb. 100 və 110 qalıb, elə deyil. Bunu 56-ya yazmalıyam. Mən Daşqına 100 yaza bilməyəcəyim üçün Daşqına yazıram 110-u, Bilala yazıram 100-ü. Bunları bildim. Qaldı Akiflə Cəmil. Akif və Cəmil biri burada olacaq, biri burada olacaq. Amma hansı hardadır bilmirəm. 100% məlumat deyil. Və keçib artıq suallara cavablayıram. İndi aşağıdakılardan hansı mütləq doğrudur? 110 bal toplayan 26-cı proqram üzrə imtahan verib. Yanlışdır. 110 56-cı proqramdadır. Daşqın 120 bal toplayıb. Xeyr, 120 bal toplayan 26-cı proqramdaydı. Daşqın 110 bal toplayıb. Bilal 100 bal toplayıb. Deyəcəydim ki, xeyr. Daşqın 100 baxaq 100 baldır, bəli. Belə Bilal neçə bal toplayıb? 100 bal toplayıb. Bu mütləq doğru məlumatdır deyilsə, variantını doğru olaraq götürmüş olacağıq. Akif 130 bal toplayıb yazılıb, 100% deyil. Burada Cəmil də ola bilər 130 bal olan hissədə. Bu mütləq doğru deyil deyə D-ni götürə bilməzdik. 44-də yazılıb ki, aşağıdakılardan hansı mütləq səhvdir? Akif 120 bal toplayıb. Baxın, mütləq səhv və ya mütləq doğru deyil. Akif burada da ola bilər. Yəni 120-də də ola bilər, Cəmil burada da ola bilər. Bu bir ehtimaldır. Mütləq səhv və ya mütləq doğru deyil. Bunu sildim. Daşqın 56-cı proqram üzrə imtahan verib. Bu mütləq doğrudur. Daşqını baxın 56 yazmışıq bura. Yəni mütləq səhv deyil, bunu da silirəm. 100 bal toplayan 26-cı proqram üzrə imtahan verib. Yanlışdır. 100 bal toplayan Bilaldır və 56-cı proqram üzrə imtahan verib. 26 üzrə yox. 3 mütləq yanlışdır. Cəmil 130 bal toplayıb. Bu dedi ki, mütləq deyil, 120 də ola bilər. 130 bal toplayan 33-cü proqram üzrə imtahan verib. 130 bal toplayan. Bəli, 130 bal toplayan 33-cü proqram üzrə imtahan verib. Bu da mütləq doğrudur, yanlış deyil. Deməli, yalnız nə oldu? 3 oldu. Yəni, B variantı doğru olmuş olacaq. 45-ci sual. Yazıb ki, verilmiş məlumat aşağıdakılardan hansını tapmağa kifayət etmir? Kimi 100 bal topladığını tapıram? Bilal toplayıb. Bilalın hansı proqram üzrə imtahan verdiğini tapmışam? 56-dır. Daşqın neçə bal topladığını tapmışam? 110-dur. 130 bal toplayan hansı proqram üzrə imtahan verdiğini? 130 bal toplayan 30-cu proqram üzrədir. Cavab olacaq ki, kimin 33-cü proqram üzrə imtahan verdiğini bilmirəm 100%. A da ola bilər, C də ola bilər. Yəni Akif də ola bilər, Cəmil də ola bilər. Bu 100% deyil deyə bunu tapmağa kifayət etmir həqiqətən. Demək 45-in də cavabı oldu E variantı. O qədər də çətin bir mətn deyildi. Keçirik 46-cı sualımıza. 46-cı sual. Tetraederin eyni bir tetraederə uyğun olan açılışları tapmalıyıq ki, hansılar eyni bir fiqurun açılışlarıdır. Deməli, biraz burada ola bilsin bu dairələrin rəngləri eyni olmasın, o biraz bizə problem yaratsın, amma yenə də yoxlayaq, görək alınacaqmı? Baxın, məsələn, A variantına baxıram. Elə bu qara dairələrlə işləyir. Bir qara dairənin üstə digər qara dairə olanda sağında nə verilib? Sağında qara üçbucaq, solunda ağ dairə. Eyni vəziyyəti yaratmağa çalışıram 2-də. Bu qara dairəni aşırıram, gətirirəm, baxın bunun üstünə. Olacaq belə bir fiqur, qara dairə olacaq burada. İndi mən buradan baxanda qara dairənin üstə başqa qara dairə olanda solunda üçbucaq var. Sağında bu ağ dairəni aşırsam ağ dairə düşür bura. Sağında bu üçbucaq olacaq. Deməli, daha doğrusu sağında bu ağ dairə olmuş olacaq. Amma burada nisbətən fərqli forması verilmişdi. Doğru deyildi. Amma biz buna tərsinə də baxa bilərik deyə əslində bu sual bizim üçün həll edilən olmayacaq. Çünki bu qara dairələrin rəngləri eyni olmalı deyildi. Bunun hər hansı bir ştrixli bir fiqur olmalıdır. Sadəcə buradan bunu təyin edə bilməyəcəyik. Skan olmuş versiyadır deyə rənglər tam doğru düşməyib təəssüf ki. Yəni biz tərsinə baxmış olsaydıq, məsələn, buradan baxanda bəli, sağda ağ dairədir, burada solda ağ dairədir. Amma mən gəlib buradan baxmış olsam, bu hissədən baxmış olsam, bu zaman ox istiqamətinə baxanda sol ağ dairə düşəcək. O zaman 1 ilə 2 eynidir, amma tərsinə baxsaq 1 ilə 2 eyni deyil. Yəni bunu əslində bu sualı təyin edə bilməyəcəyik təəssüf ki, çünki bu fiqurların rəngləri fərqli olmalıdır. Doğru versiyasını, yəni doğru şəkli başqa bir hər hansı sualda izah edərəm. Əslində oxşar sualı izah etmişəm daha öncəki videoların birini tapa bilərsiniz, amma mütləq şəkildə başqa bir sual tipində də bunu yenidən izah etmiş olacağam. 47-ci suala baxaq. Yenə daha öncə izah etdiyim suallardan biri təkrardır, amma problem yoxdur. Yenidən deyim. Bir kənardan qeyd dəftəri açacağam ki, rahat qeyd dəftərində işləyə bilər. Biraz çünki uzun həll ola biləcək bir sual tipidir. Yəni, bunu biraz da kənara çəkirik və ya bu sualı kiçildəcəm ki, daha aydın buradan qeyd edəndə oxuya biləsiniz. Yazılıb ki, hər birində ən azı bir ədəd olmaqla 5 güldanda 61 qızıl gül var. Gəlin güldanlarımızı adlandıraq. A, ardıcıl birinci güldandan 5-ci güldana qədər. A, B, C, D və Y. Hamısı bir yerdə ümumi gül sayı güldanlarda 61-dir.
Bunu bir kənardan yazdıq. Sonra yazıb ki 3-cü və 4-cü güldanda birlikdə 16 qızıl gül var. 3 və 4 hansıdır? C və D-dir. Yəni C plus D bərabərdir 16-ya. Bunu yazdıq. Daha sonra ikinci güldanda sonraki 3 güldandakı qədər qızıl gül var. Yəni B bərabərdir. Sonraki üçü budur. C plus D plus Y. Bunu da yazdıq. Sonra devamında yazıb ki birinci güldandan 2 qızıl gül götürüb, yəni A-2 olsa, 3-cü güldana qoyulsa, yəni 3-cü güldanım C-dir. C plus 2 olmuş olsa, devamında yazıb ki bu 2 güldanda qızıl güllərin sayı bərabər olar. Yəni bunlar olacaq bərabər. Növbəti, bütün güldanlardakı qızıl güllərin tək sayda olduğu məlumdursa, yəni ədədlərin hamısı tək ədəd olmalıdır, hərflərin hər biri. Aşağıdakılardan hansının doğru olub olmadığı məlum deyil. Deməli, bunu biraz sadələşdirək sonuncu ifadəmizi. Sonuncu ifadəmiz sadələşdirsə alınar C plus 4. İndi bunu artıq silirəm. Buradan yazıram C, A bərabərdir C plus 4-ə. Deməli, baxın, hər hansı bir başqa qiymət verməyib. Deməli, mən özüm qiymətlər verib, doğru cavabları tapmağa çalışmalıyım. Burada deməli, müəyyən ehtimallar olacaq. Bəs ən kiçik hərf burada hansı ola bilər? Diqqətlə baxsaq, ən kiçik hərf qiymət verə biləcəyimiz burada ola bilər C. Y-də qiymət verə bilir, amma davamında C və D-ni yenə tapa bilməyəcək deyə qiymət verməmiz daha da çətinləşir. Amma biz burada qiymət verməyə çalışsaq birbaşa C-yə, davamı rahat gələcək. Deməli, mən gəlib C-yə qiymət verəcəm. Baxın, tək ədəd olacaq deyə C-yə 1 verəcəm. Əgər C 1 olsa 1 plus 4 bizə verər 5-i. A-nın qiyməti 5 olar. İndi qiymətlərimizi yerinə yazsaq, baxın, məsələn C-nin qiyməti 1 olsa, bu zaman D olacaq 15. Çünki baxın, C-nin qiyməti 1-dirsə D 15 olmalıdır ki, ümumi cəmi 16 almış olsun. Gəlin yerlərinə yazaq. Baxın, C-yə 1 desək, D-yə 15 demiş olsaq, bu zaman qalır Y. Bəs Y-yə necə bir qiymət verə bilərik? Tək ədəd olduğu üçün tək ədədlərdən istifadə etməliyik. Kiçik bir qiymət verək, çünki 61-i aşmamalıyıq son nəticədə. Deməli, Y də vermiş olsaq, biz burada tutaq ki 3. Çünki kiçik qiymətlərdən, yəni tək qiymətlərdən biri istifadə etmişik, növbəti gəlir 3. Bu zaman bizə neçəni verəcək? Bu 19-u. B-nin qiyməti olacaq 19. Deməli, bu üçünün cəmi 19-dur, B-nin qiyməti 19-dur. Bizə verər cəmi 38-i, 5 də burada 43-ü verəcək, 61-ə çatmayacaq. Deməli, biz burada bir qiymətdən istifadə edə bilmərik. Ona görə indi ilkin halda yazdığımız qiymətləri silib, başqa qiymətlər verməyə çalışmış olacaq. İndi bunları silim. Baxın, deməli, biz burada əgər C-yə qiymət versək, sonradan gördük ki, Y-yə yenə qiymət verməli oluruq. Bu zaman işimiz biraz daha da çətinləşir. Yəni ona görə Y-yə qiymət vermə üzərindən bu səfərə yoxlayaq. O zaman ehtimallarımız necə olacaq? Hərfləri bir kənardan yazıram. A, B, C, D və Y. Deməli, baxın, mən onsuz da bilirəm ki, C-də cəmi neçədir? 16-dır. Bu 16 olsa, indi mən Y-yə qiymət vermək istəyirəmsə, Y-yə minimal neçə qiymət verəcəkdim? 1. Hər bir tək ədəd olmalıdır çünki. 16 plus 1 17. B-nin qiyməti olacaq 17. İndi B 17-dir, bu üçün cəmi 17-dir. Avtomatik burada 17 bizə neçəni verəcək? 34-dür. 61-dən də biz çıxacaq neçəni? 34-dür. Bu da bizə verəcək 27-ni. A-nın qiyməti olur 27. A 27-dirsə, C də bizdə olacaq neçə? 23. Amma bu zaman baxıram ki, C-nin qiyməti 23 olanda C plus D 16-nı verə bilməz. Deməli, baxın, Y-nin bir qiyməti ödəmir. Bunu silirəm. Sonra keçirəm digər hallara. Y-nin məsələn qiyməti ola bilər 3. Tək ədəd verməliyəm çünki. 16 plus 3 19. B-nin qiyməti olacaq 19. İndi 19 bu 19 bu üçünün cəmi. Verdi 38-i. 61-dən də biz çıxdıq 38-i. Bu bizə verəcək neçənin 23-ü. İndi 23-ü vermiş olsa biz baxırıq ki, baxın, 23 nəyin qiyməti olacaq? Dedik ki, A-nın qiyməti olacaq 23. A 23 olanda C nəsə olur? 19 olur. Yenə ödəməyəcək. C 19 olsa, baxın, buradakı bərabərliyi ödəməz. Deməli, 3 də deyil. Doğru olmayacaq 3. O zaman Y-yə başqa bir qiymət verək. Yenə bir tək qiymət verməliyəm. Baxın, 1 verdim olmadı, 3 verdim olmadı. Gəlin Y-yə verək 5. C plus D 16-dır. Bunları toplasam 16 plus 5 neçəni verdi? 21-i. Deməli, B-nin qiyməti 21, bu üçünün cəmi 21. 21 42-ni verəcək bizə. İndi 61-dən də mən nə edəcəm? Çıxacam 42-ni. Bu da mənə verəcək 19-u. Deməli, A-nın qiyməti olacaq 19. 19, 21, 21. Deməli, A 19-dursa, C olacaq 15. C 15-dirsə, D olacaq 1. Əla, qiymətlər ödədi, hamısı heç bir problem yoxdur. Deməli, A-nın qiyməti 19 tapdım birinci halda.
Növbəti S-nin qiymətini 15 tapdım. B-nin qiymətini neçə tapdıq burada? 21 tapdıq. D-nin qiymətini neçə tapırıq? Baxın. S 15-dirsə D 1 oldu dedik. D 1-dir, Y də 5-dir. Bu, baxın, mənim birinci ehtimalımdan alınan qiymətlərdir. Daha sonra keçirəm ikinci qiymətlərə, növbəti qiymətləri tapmağa. Çünki Y-nin qiyməti burada 5 olmaya da bilər. Fərqli bir qiymət də ala bilər Y. Məsələn, 5-dən sonra nə ala bilər? 7 ala bilər. O zaman 16 plus 7 bizə verər 23-ü. Yəni, B-nin qiyməti 23-dür, bu üçünün cəmi 23-dür. 23 plus 23 46. 61-dən də biz burada nə edəcəyik? 46-nı çıxmış olacaq. Bu da bizə verəcək 15-i. Deməli, A-nın qiyməti oldu 15. A 15-dirsə S 11-dir. Hamısı ödür yenə. Baxın, S 11-dirsə D də 5 olmalıdır ki, 11 plus 5 16-nı versin. Deməli, gəlib baxıram. Y-nin qiyməti oldu 7. D-nin qiyməti oldu 5. S-nin qiyməti oldu 11. B-nin qiyməti oldu neçə oldu? 16. 7 də bu 23. Və A-nın qiyməti oldu 15. Növbəti keçib yoxlayırıq görək Y-nin başqa qiyməti ola bilərmi? Bu səfər Y-yə biz verəcəyik neçəni? 7-dən sonra verə biləcəyimiz qiymət 9-dur. Gəlin verək 9-u. Bu hissəni silirəm təkrar olmasın deyə. Y-yə 9 vermiş olsaq, S plus D 16-dır. 9, 16 cəmi 25. B-nin qiyməti oldu 25. İndi B 25-dir. Bu üçün cəmi 25-dir. 25 plus 25 bizə verir neçəni? 50-ni. A-nın qiyməti olmalıdır 11. Çünki 11 olmalıdır ki 11, 25, 25 bizə 61 versin. 11 olsa S olacaq 7. Hamısı yerinə qoyanda qiymət ödür. Bu zaman D-nin qiyməti yenə olacaq 9. Gətirib yerinə yazıram. Y-nin qiyməti neçə oldu? 9 oldu. D-nin qiyməti 9 oldu. S-nin qiyməti bu halda 7 oldu. B-nin qiyməti 25. A-nın qiyməti də oldu 11. Gəlin görək indi başqa qiymət verə bilərikmi? Məsələn, yoxlayaq burada neçəni? 9-dan sonra 11 yoxlaya bilərik. Əgər biz gətirib burada Y-yə vermiş olsaq 11. S plus D 16-dır. 11, 16 cəmi bizə verəcək 27-ni. B oldu 27. 27 B, 27 də bu üçün cəmi 54. 61 olmaq üçün satışmayan 7-dir. A-nın qiyməti oldu 7. İndi A 7-dirsə burada yazıram. S oldu 3. İndi S 3-dürsə D olur 13. Hamısı ödədi. Deməli, Y-nin 11 qiymətində D oldu 13. S oldu 3. Növbəti B oldu neçə? 27. Baxaq 27 mi oldu? Y çünki 11 vermiş. Bəli 27. Növbəti A oldu 7. Baxın bu 4 dənə qiyməti aldıq. Növbəti gəlin görək 13 verə bilirikmi? Bütün ehtimalları yazmaq lazımdır. Əks halda heç bir halda doğru cavab tapa bilmərik. Deməli, bu səfər Y vermiş olsa 13. S plus D 16'dır bilirik. 13, 16, 29. B'nin qiyməti oldu 29. 29 burada, 29 da bu üçünün cəmi. Bizə verir neçənin 58'i. A'ya qalır 3. A 3 olsa S'nin qiyməti gərək neçə olsun? -1 olsun. Bu da -1 də say deyil. Deməli artıq bu qiymət ödəməyəcək. Bizim 4 dənə ehtimalımız var. Bu 4 ehtimal daxilində sualları cevablamağa çalışacağıq. Yazılıb ki 2 güldanda eyni sayda qızıl gül var. Bunu tapmaq baxın mümkündür. Amma 100% bunu demək olmaz. Sualda nə yazılmışdı? Doğru olub olmadığı məlum deyil yazılmışdı. Bəli, bu doğru olub olmadığı məlum deyil. Çünki bütün hallarda hamısına fərqli güldan sayı sadəcə bir yerdə 2 dənə güldanda eyni sayda qızıl gül var. 9, 9. Yəni 4 dənə ehtimalın birində belədir. Mən dəqiq bilməyəcəm hansı ehtimalı götürürəm. Deməli, biri götürəcəm, doğru olub olmadığı məlum deyil. 2-də yazıb ki, ən az sayda qızıl gül 3-cü güldandadır. 3-cü güldanda 15'dir, amma baxın burada D-də 1'dir. 4-cü güldanda azdır. Amma ən sonuncu ehtimalda 3-cü güldanda ən azdır. Yəni bəzi hallarda bəli 3-cü güldanda ən azdır. Bəzi hallarda 4-cü güldanda ən azdır. Bunu qiymətləndirə bilmərəm deyə, doğru olub olmadığını bilmirəm deyə bununla götürəcəm. Növbət 3-də yazıb ki, qızıl gül sayının 10'dan az olduğu 3 güldan var. 10'dan az deyilsə, yəni 1-dən 9'a qədər. Baxın, birinci halda 2 dənə belə güldan var. İkinci halda 2 dənə belə güldan var. Üçüncü halda 2 dənə belə güldan var. Dördüncü halda yenə 2 dənə belə güldan var. Qızıl gül sayının 10'dan az olduğu 3 güldan var. Xeyr, 2 güldan var. Bu doğru olub olmadığı məlumdur. Yəni bu yalandır, yanlışdır. 10'dan az olduğu mənim neçə güldanım oldu? 2 dənə. Burada 3 yazıb. Yəni konkret yanlış məlumatdır. Bunu görə bilirəm. Ona görə 3'ü sildim. 4'də yazıb ki, qızıl gül sayının 20'dən çox olduğu 2 güldan var. Baxıram. Baxın 20'dən çox olan 1 güldan,
20-dən çox olan virgüldan, 20-dən çox olan virgüldan, 20-dən çox olan virgüldan. Deməli, hər birində nə oldu? 20-dən çox virgüldan oldu. Burada da yazıb ki, 2 virgüldan var. Deməli, bu da konkret yanlış məlumatdır. O zaman cavabımız da olacaq? Elə 1 və 2 olmuş olacaq. Bir dənə burada 3-cü cümləyə yenidən qaydaq. Burada bir şey gözdən qaçıb, baxın 3-cü sətrə. 3-cü sətirdə ondan kiçik 3 dənə qızılgüldan var. Həqiqətən bu hissəsi doğrudur. Baxın, deməli, bunu da mən 100% təyin edə bilməyəcəm artıq. Çünki bəzilərində ondan kiçik 2 dənə qızılgül, 2 dənə güldan var. 10 saydan kiçik olan qızılgül sayıları. Bil 2 olan mənim neçə güldanım var? Baxın, birinci sətirdə 2 dənədir, bəli. İkinci sətirdə yenə 2 dənədir. Üçüncü sətirdə baxın 3 dənədir. Cümləni də doğru qura bilməmişdim burada. Deməli, 3 dənə güldanımız var ki, burada ondan azdır qızılgül sayı. Amma digərlərində 2 dənədir bu belə say. Deməli, burada təyin edə bilmərəm. Mən hansı qayda, qanunluğa, hansı ardıcılığa baxacam. Deməli, sizdən bunu da tapmaq mümkün deyil. Konkret olaraq məlum deyil. O zaman cavabımız 1-2 yox, 1-2-3 olmuş olacaq. Növbəti keçəcək 48-ci sualımıza. 48-də yazıb ki, Şaxta baba yeni il şənliyinə gələn uşaqlara yaxınlaşaraq torbasındakı hədiyyələrdən götürmələrini təklif etdi. Şənlikdə olan uşaqların 60% torbadan maşın, 50% gəlincik götürdü. 3 uşaq həm maşın oyuncağı, həm də gəlincik götürdü. Verilmiş məlumatlara əsasən aşağıdakilərdən hansıları tapmaq olar? Deməli, bir kənardan yenə bir qeyd dəftər açacağam. Deməli, qeyd dəftərimizi açsaq, baxın, yazılıb ki, şənlikdə olan uşaqların 60% torbadan maşın götürüb. Deməli, buraya yazıram 60% maşın. Daha sonra, gəlincik götürənlər nə qədərdir? 50%-dir. 50% götürdü gəlincik. Hər ikisini götürən isə nə qədərdir? 3 nəfər götürüb hər ikisini. Bunları bildik. İndi mən elə bir ədəd tapmalıyam ki, baxın, buradakı uşaq sayını konkret bilmirəm. Həmin ədədin həm 60%-ni tapmaq olsun, həm 50%-ni tapmaq olsun. Çünki saydan söhbət gedirsə, uşaq sayından, nəyəsə sayından söhbət gedirsə, mən tam ədəd götürməliyim. Yəni, burada kəsr qiymət alına bilməz, sıfır alına bilməz, mənfi qiymət alına bilməz. Mütləq nə olsun, müsbət tam ədədlər, sayılma zamanı istifadə etdiyimiz natural ədədlər alınmalıdır. İndi, gəlin baxaq görək. Onun içində həm 60%, həm 50% olan ədədlərim hansılardır? Eyni zamanda içərisində 3 də olmalıdır. Yəni 3 nəfərdə 60% tutaq ki, maşın götürdü, 50% gəlincik götürdü. Yerdə qalan 3 nəfərdə hər ikisini götürübsə, deməli burada minimum 3 nəfər var onsuz. Yəni 3 nəfərdən çoxdur. Əgər mənim 5 nəfərim olsa, 5-in 50%, 2,5 verir. Deməli, kəsr ədəddir deyə 5 ola bilməz. Deməli, başqa bir ədəd düşünəcəm. Baxın, 60%, 50% yuvarlaq faizlərdir də elə yuvarlaq ədədlər düşünüb daha rahat edəcəm. Deməli, 2 nalda düşünsəm ki, mənim 10 dənə uşağım var. Bu 10 dənə uşaq, şənlikdə olan 10 dənə uşaq. 60%, yəni 6 dənəsi götürəcək maşın. 50%, 5 dənəsi götürəcək gəlincik. 3 nəfərdə hər ikisini götürəcək. Buradakı cəm neçə olur? 6, 5, 11, 3 də burada 14. 14 nəfər olmuş oldu. Amma məndə 10 nəfər var axı. Deməli, burada doğru hesablamamışıq. Baxın, nəyə görə doğru hesablamamışıq? Ona görə ki, biz bu 3-ü onların üstə gələ bilmərik. Mən onsuz da baxın, hər ikisini alan da deyə. Deməli, bu 3 nəfər həm gəlinci götürüb, həm maşın götürüb. Deməli, mən bu 3 nəfəri həm burada hesablamışam, həm də burada hesablamışam onsuz da. 2 dəfə. Deməli, hətta nə etməliyim? Bir dəfə bunlardan çıxmalıyım. Çünki bu 3 nəfəri ya konkret maşın götürənlər arasında hesablayacağım ki, ümumi uşaq sayını tapım. Ya konkret gəlincik götürənlər arasında 2 dəfə hesablasam, eyni adamlar 2 dəfə nəyə görə hesablayayım? Çünki onlar 1 nəfərdir. Bu halda mən nə edirəm? Baxın, tək maşın götürənlər neçə nəfər olur? 6 nəfərdən 3 nəfər çıxıram, çünki bunlar eyni zamanda gəlincik götürüb. Maşını da götürüb gəlincikdə. Tək maşın götürənlər 3 nəfərdir. Tək gəlincik götürənlər nə qədərdir bəs? Baxın, 5-dən 3 çıxacam 2. Tək gəlincik götürənlər 2 nəfərdir. 3 nəfərdə hər ikisini götürmüş deyə 3 plus 2 plus 3 bizə verəcək 8-i. Deməli, 10 nəfərdən 8 nəfəri hədiyyə götürüb. Bunu daha rahat yaza bilmək üçün mən nə edirəm? Baxın, yadda saxlayın ki, ikisini toplayacağıq, hər dəfə üçüncüyünü çıxacağıq. O 2 dəfə hesabladığımızı cəmdən bir dəfə çıxmalıyam. Hər dəfə bu tip suallarda belə edəcəksiniz. 2 dəfə hesabladıqlarınızın içində olan bu 3-ü bir dəfə çıxmalısınız. Yəni 6 plus 5 11, 3 çıxanda nə qalır? 8 qalır. Deməli, 8 nəfər hədiyyə götürüb, 2 nəfər hədiyyə götürməyib. Bu qaydada qaldı burada.
Növbəti başqa ədədlərim də ola bilər axı. Ola bilsin burada 10 nəfər yox, yuvarlaq ədəd olaraq 20 nəfərdir. Artıq nəyə görə 14, 15 olmaz deyə soruşsaz, yerinə qoysaz onsuz da ödəməyəcəkdi. 10 alınıbsa, bunun növbəti qüvvətləri alınmalıdır. Qatlar daha doğrusu 10, 20, 30, 40 bu qaydada davam etməlidir. İndi, əgər 20 nəfərim olsa, 20 nəfərin 60% mənə verəcək 12-ni. Burada olacaq 12. Növbəti, 20-nin 50% verəcək 10-u. 3 nəfər də hər ikisini götürüb. Baxın, dedik ki, bu ikisini toplayıb buna çıxırıq. Bunu başqa harda görəcəyik bu tip sualları? O, xüsusən yazır ki, İngilis dilini bilən bu qədərdir, Rus dilini bilən bu qədərdir. Bu tipli suallarda İngilis və Rusu toplayırıq. Hər iki dil biləni ortadan çıxanda bu zaman bizdə olan bütün tələbə sayını, şagird sayını ala bilirik. Yenə eyni qaydada. Yəni, mən 60%-də 50%-ni toplayıram. Bu üçü hər ikisindən çıxıram. Neçəni verəcək bizə? 12, 10, 22, 3 çıxsam 19. Deməli, oldu 19 nəfər. Bu 19 nəfər hədiyyə götürdü, 20 nəfərdir, 1 nəfər hədiyyə götürmədi. Növbəti keçirəm, bəlkə burada 30 nəfərdir. Əgər 30 nəfər olmuş olsaydı, 60% verər 18-i, 50% verər 15-i. 3 nəfər də hər ikisini götürüb. 18, 15, 33, 3 çıxanda 30. Baxın, 30 nəfərin hamısı hədiyyə götürdü, hədiyyə götürməyən qalmadı. Oldu 0. Bəlkə 40 nəfərdir. Təbii ki, yoxlayanda görəcəksiniz ki, ödəmir, amma məntiqən də görmək olur ki, baxın, 2, 1, 0-dırsa artıq burada mənfi qiymət alınacaq. Deməli, mənasızdır yoxlamağım. Amma yenə də yoxlayaq istəyirsiniz. Baxın, 40 olsa uşaq sayı, 40-ın 60% 24, 50% 20. 3 nəfər də hər ikisini götürdü. 24, 20, 44, 3 çıxanda neçə qalacaq? 41 qalacaq. Necə ola bilər ki, 41 nəfər hədiyyə götürsün, amma məndə 40 dənə uşaq olsun? Deməli, bu hal mümkün deyil. Bu halda mən deyəcəm ki, elə 3 dənə ehtimalım var. Bu ehtimallar daxilində suala cavablayacağım. Yazıb ki, verilmiş məlumatlara əsasən aşağıdakılardan hansını tapmaq olar? Heç bir hədiyyə götürməyən uşaqların maksimum sayını. Heç bir hədiyyə götürməyən uşaqların maksimum sayı neçədir? 2-dir. Bunu tapmaq olar. Şənlikdəki uşaqların dəqiq sayını tapmaq olmaz. 10 dolar, 20 dolar, 30 dolar, 2, 7. Gəlincik götürən uşaqların maksimum sayını. Bəli, gəlincik götürən uşaqların maksimum sayı nə qədərdir? 15-dir. Tapa bilərik. 3'ü götürdük. Maşını oyuncağı götürən uşaqların minimum sayını. Bəli, tapa bilərik. 6 nəfər minimum sayda maşın götürüb. Şaxta babanın torbasındakı hədiyyələrin sayını tapa bilmərəm. Çünki 3 dənə ehtimal var. Birinci ehtimalda 30'dur. Amma sonuncu ehtimalda. Amma birinci ehtimalda isə nə qədərdir? Ola bilsin 8'dir. 8 dənə hədiyyə var. 2 nəfər hədiyyə çatmayıb tutaq ki. Və ya 10'dur. Necə düşünsəz 3 ehtimal olduğu üçün bunu da tapmaq mümkün deyil. O zaman tapa biləcəklərim hansılar oldu? 1, 3, 4 olmuş oldu bu sualda da. Yenə biraz vaxt aparan çətin bir sual idi. Və keçirik növbəti 49-cu sualımıza. Deməli, tərs operatordur. Biraz çaşdırıcıdır, amma artıq digər suallara baxdıqda daha rahatdır. Deməli, qayda qanunluq nədir? Sol tərəfə bərabərləşdirmək. Gəlin bərabərləşdirək. A bərabərdir 4-ə, B bərabərdir 7-yə. Bərabərliyin sağında qiymətləri yerinə yazıram. B 7-dir, A da 4-dür. Baxın, nə almışamsa bir kənardan yazacağım. 4, qara dairə, 7, bərabərdir. Baxın, 2 vurulsun. Mötərizənin içində nə yazdım? 7 qara dairə 4, çıxılsın 7. Baxın, bu aldığımı bir kənardan yazdım. İndi baxın, mən 4 qara dairə 7-nin qiymətini tapmaq üçün gərək 7 qara dairə 4-ün də qiymətini tapım. Yəni, bu sanki nə deməkdir? X bərabərdir 2y minus 7 deməkdir. Mən buradan x-in qiymətini tapmaq üçün gərək y-in qiymətini tapım, yerinə yazam. Elə birbaşa indi yazdım, tənliyə gələcək biz onsuz da. Sadəcə burada başa düşəsiz deyə biraz uzun izah edirəm. Deməli, mən indi birinci bunu tapmaq üçün yeni gələcəm eyni yerə. Bu səfər solu 7-dir. Sol sola bərabərdir. A bərabərdir 7-yə, B bərabərdir 4-ə. İndi A-nın qiyməti 7-dir, B-nin qiyməti 4-dür. Nə aldımsa yenə bir kənardan yazıram. 7 qara dairə 4 bərabərdir 2 vurulsun. Mötərizənin içində almışam ki 4 qara dairə 7 çıxılsın 4. İndi baxın. Məndən soruşulan operatora hər zaman x deyəcəm. Bunun tərsinə isə y deyəcəm. Yəni 4 7-yə deyəcəm x. Harada 4 7 görürəmsə yenə x yazıram. Bunun tərsi olan 7 4-ə isə y deyəcəm. Baxın, buna dedim y. İndi gəlin görək nə alınır. Deməli, birinci sətirdən nə alındı? X bərabər oldu 2y minus 7. Bunu bayaq birbaşa yazmışdım. Yaza bilərdim, amma başa düşəsiz deyə bu şəkildə uzatdım biraz. İkinci sətirdə nə yazmışam burada?
Y bərabərdir 2x minus 4. Sanki mən bunun yerini x yazmışam deyə 2 vurulsun x yazdım birbaşa. İndi bu hissəni silirəm artıq. Deməli, mənə x-in qiymətini tapmaq lazımdır. Çünki məndən soruşulma operatora mən x demişəm. Deməli, burada x bərabər olur. Baxın, y-in bu qiymətinin yerinə gətirib buradakı qiymətini yazacağım. Əvəz etmən x-in qiymətini rahat tapa biləcəm o zaman. Bu zaman nə alındı? X bərabər oldu 2 vurulsun. Baxın, y-in qiyməti nədir? 2x minus 4'dür. 2x minus 4. Burada eyni zamanda minus 7 var. Bunda yazacaq bura minus 7. Sadəcə mən bu y-in qiymətinin yerinə, baxın, burada gətirdim. Nəyə bərabər olduğunu yazdım. İndi buradan x bərabər olur 4x minus 8 minus 7. Mənfi 3x bərabər olur mənfi 15'ə. Buradan x bərabər olur 5'ə. Bitdi. X-in qiymətini tapmaq elə son nəticədə cavab tapmaq deməkdir. Deməli, bizə verilən operatorun qiyməti necə oldu? 5 olmuş oldu. Keçirik sonuncu sualımıza. Yenə bir mətn məntiq təhlili verilib. Yazıb ki, kinoteatrda gün ərzində 7 cizgi film A, B, C, D, E, F və G nümayiş olunur. Saat 10:00-dan etibarən hər saat tamamda yeni cizgi film başlayacaq. Deməli, davamında yazıb ki, A-nın nümayişi B-dən dərhal sonradır. Saat 10'da başlayır. Deməli, saat neçəyə qədər davam edəcək? 17'yə qədər davam edəcək. Baxın, 10'da başladı. Hər saatın tamamında yeni başlayacaq. Sonra 11, sonra 12, 13, 14, 15 neçə oldu? 6, bir dənə də 16. 17'də bitəcək artıq. 16'da başlayıb 17'də bitəcək. Deməli, baxın 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə cizgi film bu saatlarda başlayacaq. Yazıb ki, A-nın nümayişi B-dən dərhal sonradır. Deməli, A, B-dən dərhal sonradırsa, B başlayacaq, davamınca A gələcək. D-nin nümayişi başlayandan sonra başladıktan 2 saat sonra C-nin nümayişi başlayır. Deməli, D-dən 2 saat sonra C başlayacaq. Baxın, arada bir boşluğum var sanki. 1 saat, 2 saat. Sonra Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayır. Y-nin nümayişi F-dən 3 saat əvvəl başlayırsa, Y başlayandan 1, 2, 3 saat sonra F başlayacaq. Bu qaydada yazdıq. Daha sonra G-nin nümayişi saat 13:00'dadır. Mən G-ni yazdım 13:00'a bura. Deyir ki, davamında G ilə B-nin başlama vaxtları arasında bir o qədər fərq var. Baxaq harda yazılıb? Davam əvvəli burada yazılıb. Deyir, G ilə Y-nin başlama vaxtları arasındakı fərq, nə qədər fərq varsa, G ilə B arasında da o qədər fərq var. Deməli, G-dən B fərq nə qədərsə, G-dən Y-də fərq o qədərdir. Ola bilsin, məsələn, G, B bu şəkildədirlər. Yerləri dəyişə bilər təbii ki. Ola bilsin, məsələn, bu şəkildədirlər. Aradakı məsafələr eynidir. Ola bilsin, məsələn, bu şəkildədirlər. İndi, mən bunları hələ ki 100% bilmirəm, amma əlavə məlumatlarım var. Bu məlumatları yazmağa çalışacağım. Məsələn, mən bilirəm ki, Y-dən sonra 3 dənəsi var. Deməli, Y burada ola bilməz. Mütləq Y əvvəllərdə bir yerdə olmalıdır. Deməli, Y-dən sonra 3 sənə sonra F gəlibsə, Y əgər burada olmuş olsa, 1, 2, 3, F olar burada. Bu bir ehtimaldır. Ehtimalları yazmağa çalışacağıq. Daha sonra, davamında burada bir dənə belə bir məlumatım var idi ki, G-dən Y nə qədərdirsə, G-dən B o qədərdir. Əgər B burada olmuş olsa, o zaman B-dən dərhal sonra A var deyə A da düşür 15'e. Deməli, bu mümkün deyil. Deməli, mən Y-ni buraya yaza bilmərəm. Y-ni buraya yazsam, Y-dən baxın, 3 dənə sonra F-dir. 1, 2, 3, F oldu burada. Növbəti. Baxın, arada bir boşluq var. Yəni 1 saat var, arada 1 saat olacaq və burada gələcək B. Çünki YG ilə GB arasındakı məsafə eyni idi, sabit idi. B-dən dərhal sonra A gəlirsə, buraya yazdım A-nı. Hələ ki doğrudur, hər hansı bir problem yoxdur. Baxın, D-dən sonra 2 dənəsi gəlib. Deməli, D burada olmuş olsa, D-dən sonra 2 dənəsi, daha doğrusu 2 saat sonra C gələcək. 1 saat sonra, 2 saat sonra C də gəldi burada. Hər birini düzdüm. Həqiqətən bir problem yoxdur. İndi məndən nə istəyir? Verilmiş filmlərin, cizgi filmlərin nümayiş olunma ardıcılığı ilə düzün. Deməli, ən birinci gələn film D-dir. D-nin kodu 4'dür. Gəldi 4. Sonra Y-dir. Y-nin kodu 5'dir. Gəldi 5. Sonra C-dir. C-nin kodu 3'dür. Gəldi 3. Sonra G-dir. G-nin kodu hardadır bizdə? A, B, C, D, Y, F. G yoxdur heç bizdə. G-ni yazmırıq. Sonra F-dir. F-in kodu 6'dır. Yazdıq 6. Sonra B-dir. B-nin kodu 2'dir. A-nın kodu da 1'dir. Deməli, ardıcılığımız bu şəkildə olacaq. 453.621 şəklində olmuş olur.
Biz G-dən ona görə istifadə etmədik ki, G-nin burada baxın verməyib. Ona görə də istifadə etməyə ehtiyac qalmadı. Deməli, ardıcığımız bu şəkildə oldu. Buna da Dimin model suallarının izahının yekununa gəlmiş olduq. Növbəti izah videolarında görüşənə qədər hələlik.